Müəllimlər, biz baxırıq 7-ci sinifin hardasa bizə ən çətin gələn mövzulardan birinə. Amma bu mövzunu həqiqətən də çox sevək. Çünki bizim həyatımızda olan bir şeydir. Yəni biz bunu hər gün demək olar ki, həyatımızda yəni istifadə edirik deyə bizə asan gələr. Həm də bu dərsi biz şagirdlərə keçən zaman onların da ə, həvəslə, maraqla dinləyəcəyi bir mövzu olacaq. Yəni biz bu gün bunu yaxşı öyrənək ki, onlara hər tərəfli izah edən zaman ə, daha da həvəslə onlar dərsi dinləsinlər və öyrənsinlər. Gəlin baxaq. Məsələn, burada bizə lazımdır ki, hər bir hissəsi demək olar ki, sualdır. Burada hər bir cümlədən bir sual yəni tərtib etmək olar. Bu hissəni, yəni asan da olsa toxunmalıyam da, bütün hissələri çalışacağam toxunum. Dərsimizin sonunda biraz çaşdırıcı hissələr var. Onlardan da hətta testlər hazırlanır. Onları da mütləq yadda saxlamalıyıq. Asan üsullarla yadda saxlayacaq müəllimələr. Deməli, bu hissəni biz bilirik. Yəni ütü nə üçündür? Qırış olan, əzik olan sahələri hamarlamaq üçündür. Bunu bilirik. Nə zaman yaranıb elektrik ütüsü? 20-ci əsrdə. Yəni baxın görürsünüz biz indi 21-ci əsrdir. Yəni bizdən bir əsr əvvəl. Ütü də yəni çoxdan vardı. Yəni ütü həyatımızda yəni yer alıb çoxdan. Biz indi 21-ci əsrdə isə 20-ci əsrdə ütü də yaranıb. Düzdür müəllimlər? Bəs adi ütü nə zaman yaranıb? Burada olmasa da əlavə material olaraq kimi hamımız bilirik ki, öyrənirik ki, hətta adi ütü də 17-ci əsrdə yaranmışdı. Bəs müəllimələr, burada belə bir cümlə var, testlərdə də qarşımıza çıxır, amma biz ona fikir vermirik. Deyir, rəqəmsal texnologiyanın inkişafı ütünün inkişafı isə adi yəni ütünün qızdırıcı cihazdan daxili elektronika ilə doldurulmuş rəqəmsal aparata çevirdi. Yəni deyir ki, rəqəmsal texnologiya inkişaf etdi. Həmin o adi formada olan ütümüz artıq elektron formaya keçdi. Biz də araşdırma etdim, qrupumuza da yönləndirdim. Rəqəmsal texnologiya nədir? Elə bizim texnologiyamızdır. Məsələn, burada ən əsas nə bilim, kompüterlər, notebooklar, planşetlər, telefonlar, yəni elektron vasitələr nəzərdə tutulur. Elə yadda saxlayın ki, bu ütü də əvvəllər məsələn yalnızca, yəni heç bir dərəcə biz orada edə bilmirdik. Orada məsələn suyun səviyyə nə bilim göstəricisini görə bilmirdik. Amma bu ütü sanki daha da elektron formada olub. Yəni daha da elektron hala gəlib, daha da təkmilləşib. Məsələn, bax görürsüz biz burada dərəcəni təyin edə bilərik. Amma əvvəlki ütülərimizdə dərəcəni özümüz təyin edə bilmirdik. Düzdür müəllimlər? Məsələn, burada görürsüz elektron nəyi yadda saxlaya bilərik? Burada siqnal lampası var. Düzdür? Yəni görürsüz elektron hala gəlib. Yəni rəqəmsal texnologiya inkişaf edib, adi ütü qızdırıcı cihaz olmaqdan çıxıb, olub, yəni daxili elektronika ilə doldurulmuş rəqəmsal bir aparata çevrilib. Yəni daha da elektronlaşıb deyə də asandır. Sadəcə bu rəqəmsal sözünə diqqət yetirin, testlərdə də düşür, biz ona diqqət yetirmirik. İndi müəllimlər, burada bizim ütümüzün hissələri var. Çoxunu bilirik, əslində həyatda bilirik. Sadəcə sevin bu hissələri. Çünki biz burada elə hissə var ki, biz burada öyrənirik. Həyatda biz onu görürük ha. Ütü tiləyən zaman görmüşük, amma hansı funksiyasını yerinə yetirir, biz onu anlamırıq da. Heç onu bilmədiyimiz üçün heç istifadə də etmirik. Məsələn, burada 12-ci düyməmiz özünü təmizləmə rejimi düyməsidir. Məsələn, bəlkə də ondan az istifadə edirik. Çünki nə işə yaradığını tam da bilmirik. Məsələn, biz əminik ki, buxar düyməsi hansıdır, su püskürdən hansıdır. Amma məsələn, biz ütünün özünü təmizləmə düyməsindən məsələn az istifadə edirik. Düzdür, hər birimiz edirik. Onu yəni bilirəm ki, hamınız istifadə edirsiniz. Sadəcə məsələn, belə yadda saxlayın ki, daha az istifadə edirik. Çünki o bizə tam tanış deyil. Məsələn, biz buxar vermək üçün düymədən daha çox istifadə edirik. Yəni biz onu artıq bilirik. Amma bu düyməni məsələn nisbətən biraz testlərdə səhv edə bilərik. Biraz düşünə bilərik ki, görəsən həqiqətənmi ütümüzün hissəsidirmi bu hissə? Gəlin baxaq. Deməli, birinci hissəmiz yazıb ki, su püskürdən. Həm şəkilə baxaq, həm də onun adlarına baxaq müəllimlər. Birinci hissəsi, baxın bu hissə həqiqətən də biz bunu bilirik, asandır, çətin deyil, su püskürdən. Yəni buradan su püskürür parçanın üzərinə, parça nəmlənir. Yəni bu asandır, su püskürdən. Bununla işimiz yoxdur. Bizə lazımdır bilmədiklərimiz. İkinci hissəmiz su tökmək üçün nəzərdə tutulmuş deşiyi bağlayan qapaq. Həqiqətən də baxın biz bu hissəyə suyu əlavə edirik, ütünü su ilə dolduruq bu hissədən. Yəni onun da qapağını örtürük. Görürsüz qapağı da mavi rəngdə su, yəni su ilə doldurduğumuz hissənin qapağıdır.
Asandır. Bu da bilirik. Bizə tanış olmayan düymə üçüncü düymədir. Yəni biz baxaq görək o nədir? Bizim kitabımızda burada öyrənirik. Deyir buxarın fasiləsiz verilməsini tənzimləyən linç. Yəni düymədir, yəni lincidir. Baxın, deməli ki, sən demə, bax bu düymə yuxarıda olur. Məsələn, bu mavi olan hissə yuxarı hissədə olur. Biz onu aşağı etdikdə, üçüncü hissəni aşağı edib saxlasaq, o buxarın fasiləsiz verilməsini tənzimləyəcək. Deməli, buxar orada fasiləsiz veriləcək. Bir də onu yadda saxlayın ki, buxar məsələsi, yəni 3-dən 4-ə götürür. Yəni bunlar bir-birinə əlaqəlidir. Buxar vermək üçün düymələrimiz bir-birinə yaxındır. İndi görək 3-dədir yoxsa 5-də? Deməli 5-də üzrlüsən. Bax görürsüz 3, 5 tək rəqəmlərdir. Elə də yadda saxlaya bilərsiniz. Düzdür, bu gəlib bizə düşməz. Məsələn, ola da bilər, düşə də bilər. Niyə düşməsin ki? Məsələn, hazır sualdır da, bax rəqəmləri var. Bizə deyər ki, burdan məsələn, su püskürdəni sonra yadınızdadır, 2 il bundan əvvəl sual düşmüşdü. Elektriklə bağlı sxemlər verilmişdi. Müəllim şagirddən məsələn, cərəyan mənbəyini, 200 lampasını, elektrik açarını göstərməyi istəmişdi. Onların içərisində biz hansıdır müəllimin dediklərini sıra ilə ardıcıl həmin o şəkillər üzrə tapıb düzməliydik. Çox maraqlı bir sual idi. Mənim çox xoşuma gəldi həmin sual. Yəni onu bilən onsuz da müəllimin istədiklərinə əsasən həmin o sıra ilə onları düzüb tapacaqdım. Burada da məsələn şəkili verər, deyər ki, məsələn, bizdən istəyər ki, məsələn, adlarını sadalamağımızı istəyər. Məsələn, deyər ki, tutalım ki, ütünün özü, məsələn, ütünün altını, məsələn, deyə bilər ki, su püskürdəni. Hələ ki, öyrəndiklərimizi deyim sizə. Məsələn, deyər ki, əlavə buxar vermə düyməsini, baxın, əlavə buxar vermə düyməsini, sonra, yəni fasiləsiz buxar vermə düyməsini, sonra su püskürdəni, bir də su ilə ütünü doldurduğumuz yəni hissənin qapağını bizdən istəyə bilər. Yəni qapaq. Mən neynirəm? Əlavə buxar, yəni üzrlüsən əlavə buxar yox, fasiləsiz buxar. Fasiləsiz buxar deyəndə mən burada 3-ü götürürəm. Ardıcılığımda olur 3. Sonra su püskürdən 1, 3, 1. Sonra qapaq 3, 1, 2. Bax görürsüz, maraqlı bir test. Həqiqətən də gözəl bir test olur. Yəni çətin də deyil, nə də asan da deyil. Yəni bilən üçün asandır, bilməyən üçün çətindir. Deməli burada biz 3-ü hələ indi öyrənirik. Çünki buxarın fasiləsiz verilməsini tənzimləyən linç 3 oldu. Görürsüz, indi biz bunu öyrəndik də. Məsələn, ütümüzdə də bunu tətbiq edəcəyik, düzdür? Biz axı sevirik belə hissələri kitabımızda nəsə yeni bir şey öyrəndiyi zaman onu həyatda tətbiq edək. Məsələn, nə olur olsun, nəsə öyrənsə onu həyatda tətbiq edirik. Yoxlayırıq görək, bunu öyrənmişəm. Həqiqətən də mi belədir? Bu öyrəndiyimi icra edim. Deməli 3 nədir? Bunu hər birimiz edərik. Yəni etmişik indiyə qədər, amma yenə də edərik. Bizim buxar fasiləsiz verilmə düyməsidir. 4-cü hissəmiz müəllimlər su püskürtmək üçün düymədir. Biz də bilirik ki, burada 2 dənə düymə var müəllimlər. Biri su püskürtmək üçündür, biri buxarın verilməsi üçündür. Gəlin belə yadda saxlayaq. Sağ tərəfdə olan su püskürtmək üçündür, sol tərəfdə olan buxarın verilməsi üçün düymədir. Baxın, bizim əlimiz bu istiqamətdə. Biz bunu əlimizlə tutacaqsa bu hissədən. Bizim yəni sağ tərəfimiz, biz əgər bu nöqtədə isə, mənim bu sağ tərəfimdir, 4 tərəf. Bu hissədə olan sol tərəfdə. Elə də yadda saxlaya bilərsiniz, amma çətindir. Elə siz ardıcıl yadda saxlayın ki, məsələn 4 su püskürt. Gəlin sizə deyim. Ağlıma indi gəldi. Baxın mənlər. 3, 5, 2, 4 olaraq yadda saxlayacaq. 2 ilə 4 əlaqəlidir. 2 su üçün qapaqdır, 4 su püskürtmək üçün düymədir. 3 ilə də 5 əlaqəlidir. Yəni tək rəqəmləri bir götürəcəyik, cüt rəqəmləri də bir götürəcəyik. 2 su doldurduğumuz yerin yəni qapağıdır. 4 də su püskürdəndir. Baxın müəllimlər, mən indi bunu haçan soruşsanız, 10 ildə sonra soruşsanız məndən, müəllimə o ütüdə 3-cü hissə nə idi, 2-ci hissə nə idi, mən deyərəm indiki ağlıma gələn üsulla. Soruşacağam, diqqətlə qulaq asın. Deməli 2, 4 bunlar cüt rəqəmlərdir. 2 ilə 4 bir-birinə yaxındır. 2 yəni suyu doldurmaq üçün həmin o hissənin qapağıdır, su doldurduğumuz yerin qapağıdır. 4 də su püskürdəndir. Yəni biz su ilə bağlıdır. Görürsüz, su püskürdəndir. 3 buxarla bağlıdır, 5 də buxarla bağlıdır. 3 ilə 5 tək rəqəmlərdir. Yəni 3 buxarın fasiləsiz verilmə. Həm də biz bunu burada gördük, öyrəndik də. Deməli bu düymə aşağı etdikdə buxar fasiləsiz veriləcək. Düzdür? 5-də əlavə olaraq biz ara bir buxar veririk 5-ci ilə.
Bilirik də, yəni biz bunu həyata görmüşük. Məsələn, deyərəm 5 bu hərfi buxar, ehtiyac yoxdur onlara. Bilirik ki, bu buxardır. Məsələn, altını biz əzbər bilirik ki, dəstəkdir. Dəstəyindən tutub biz ütüləyirik, düzdür müəllimlər? Məsələn, 7 şnurun borucuğu da ola bilər, şnur olmaz. Bir dənə baxaq, bəli, şnurun əyilmədən qorumaq üçün borucuq. Bax, bizim ütü hər birimizin, yəni ütümüzün bu hissəsində görmüşük ki, plastik bir şey var. Yəni orada şnurun əyilməsini qoymur da. Bir boru var orada plastikdən olan. Şnurun əyilməməsi üçün borucuqdur. O da asandır, bizə rahatdır. Bizim burada nələri bilməliyik? Məsələn, baxın, öyrəndiklərimizdən bizə biraz çətin gələcək hissələr 3-dür. 3-dür. Çünki orada əlavə buxar vermə düyməsidir. Buxarın fasiləsi verilmə düyməsidir 3. Hələ ki bildiklərimizdir. İndi 8 də biraz bizə çaşdırıcı, yəni çətin gələ bilər ütünün özülü. Mən sizə belə bir şey deyim. Bax, biz öyrənmişik ki, torna dəzgahında bilinən testlərdə qarşınıza çıxar. Torna dəzgahında deyir ki, dəzgahların özülləri, o mövzumuza deyir ki, dəzgahların özülləri, elə torna dəzgahının deyir özülü çuğundan hazırlanır. Deyəsən, onun kəsici hissələri almazdan olurdu. Məsələn, polada da deyə bilərəm, orada almaz deyirik kəsici hissəni. Məsələn, biz 7-ci sinif, yəni bu sinifimizin, bu kitabımızda irəli dərslərimizdə deyəcək ki, biz orada metalları öyrənəcəyik sizlə. Nə bilim, qara metallar, əlvan metallar. Qara metallarda biz suqunda deyəcək ki, dəzgahların özülləri suqundan olur. Özül. Bax, məsələn, burada da ütünün özülü harası var sizcə? Bax, məsələn, tutalım ki, bu hissə elə düşünün ki, suqundandır. Məsələn, bura metal olar da, düzdür? Bir də onun özülü. Məsələn, biz necə bunu plastikdən görürük, elə düşünün ki, sanki bu çuğundandır bunun özülü. Axı biz dedik dəzgahların özülü çuğundan olur dedik. Sanki burada da mən bu dəzgahın özülü, məsələn, dəzgahın özülü deyəndə onun bir var kəsən hissəsi, bir də var onun ümumi görünüşü də, düzdür? İndi bu ütümüzün də özülü harasıdır? Bunun ümumi hissəsi, əsas hissəsi. Yəni bu dəstək. Əslində gövdə də deyilə bilər də, gövdə yazılmayıb da. 8 gövdənin əvəzinə özül yazılıb. Yaxşı müəllimlər. Baxın, mexaniki bıçqıda da var idi özül. Nə bilim, maşın məncənəsi, masa. Özül orada var idi, məncə səhv etmirəmsə. Yəni bunun özülü 8. Bax, bu hissə, bunun ağ rəngdə olan hissəsi bunun özülüdür müəllimlər. Ütünün özülü. Yenə də deyirəm, özül sözündə z hərfi var, 8-də də z hərfi var. Bilirəm, düşməyəcək, amma yenə də biz hər bir hissəyə toxunmalıyıq. Bax, biz bu ütünün özülü, məsələn, belə də düşə bilər ki, deyə bilər ki, biri ütünün hissələrinə aid deyil. Variantda yazar ki, ütünün özülü. Mən əmin olaram ki, bəli, ütünün özülü var idi. Çünki müəllimə danışanda bizə bunu yadda saxlatdırmağa çalışırdı. Orada 8-in z hərfindən, özülün z hərfini nümunə çəkdi. Yəni, mən əmin oldum da, şəkil mənə kömək etdi ki, bütün hissələrin əminliklə öyrənim. Məsələn, mən sizə desəm ki, tikiş maşın hissələrin sayını çoxunu saya bilməyəcəksiniz. Hamısını tam dəqiq 16 dənə hissənin 16-sında. Niyə? Çünki mən onu şəkil üzəri izah etməmişəm. Şəkili orada göstərib sizə izah etməmişəm ki, məsələn, bu budur, buna görə budur. Amma burada ütüdə biz bu hissələri öyrənirik. Şəkil düşməsə belə biz onu hissələri görüb, yəni öyrənirik, başa düşməyə çalışırıq ki, biz bu şəkilləri öyrənmək istəyəndə bu hissələri istər-istəməz tam dəqiq həm başa düşürük, həm əzbərləyirik, həm də öyrənirik ki, yəni bu ütümüzün hissələri budur. Məsələn, mən bu 14 dənə hissəni şəkillə öyrənsəm, mən səhv etməyəcəm ki, həqiqətən də məsələn ütüdə bayaq biz düşündük, görəsən ütüdədir, yoxsa fendədir. Dedik ki, məsələn, elektrik açarı görəsən ütüdədir, yoxsa fendədir. Biz bunu düşündük, düzdür? Elektrik açarı, məsələn, burada indi biz görməyəcəyik elektrik açarın. Nə də burada biz onun nə iləsə deməyəcəyik. Məsələn, mən bu hissələrdən heç birinə elektrik açarı deyə bilmərəm. Məsələn, bu 8 biləcəm özüldür, düzdür? 7 borucuqdur, 6 dəstəkdir. Mən burada elektrik açarının hissəsini çəkməyəcəm ki, adını. Bax, görürsünüz, bayaq hələ şübhə altında qalmışdıq ki, görəsən elektrik açarı niyə ütüdə yoxdur? Amma indi mən bunu bir dənə baxıb bilirəm ki, elektrik açarı çıxmadı burada, ona da gəlmədi. Yaxşı müəllimlər, yəni şəkilləri sevin. Bu hissələri danışırıqsa, hardasa bizə kömək olacaq. Haçansa gəlib testdə bizim köməyimizə çatacaq. Bəlkə hansısa bir başqa bir, məsələn, fenin hissələrini yazar, aid olmasın. Bəlkə burada bizim danışdığımız, məsələn, özül yazar, tək heç ütü sözünü yazmaz, özül. Yadınıza düşər ki, hə, müəllimə demişdi ki, ütünün özülü, məsələn, bu hissəsi onun özülüdür. Yenə də deyirəm, z hərfi, 8, z hərfi, 8-ci hissəsi idi ütünün. Məsələn, sizdən soruşsam haçalsa, bilirəm ki, deyəcəksiniz müəllimə, 8-ci hissə özüldür. Çünki orada z hərfi var.
bəlkə də çoxunuz sevərsiniz də, bu üsulla yadda saxlayarsınız. Siqnal lampasını bilirəm. Yəni heç ütün hissəsidir. Şəklini də bilirəm ki, burada siqnal lampası yanıb sönür. Ütü həddən artıq qızanda orada siqnal lampası məsələn yanıb sönür. Həyatda bunu deyirik də siqnal lampası. Ya da ki, mən ütünü elektrik şəbəkəsinə qoşanda siqnal lampası yanır. Düzdür? Məsələn, ütü türədiyim yerdə birdən bu lampa sönür. Niyə? İşıqlar sönə bilər. Nəsə bir qısa qapanma ola bilər. Yəni siqnal lampasını bilirik ki, orada bir işıq yanır, lampa yanır. Asandır. 10. Su üçün qab. Baxın hələ, bəli, bax su üçün qab. Yəni su bu qabda, bax görürsünüz mavi rəngdədir. Su bunun içərisində olur. Biz bunu görürük. Ütüləyən zaman suyu görürük biz. Hardadır? Bax burada görürsünüz. Bura işarə olunub. Yəni bu mavi rəngdə olan hissələr şüşədən olur deyəsən. Şüşədən deyil, plastikdən. Yəni görürük də biz onu. İçərisində su olduğunu biz həyatda görürük. 10 da asandır. 11. Ütünün temperaturunu tənzimləmək üçün qulp. Həqiqətən də baxın ütünün qulpudur. Temperatur tənzimləyici. Bu hissəni biz saat əqrəb istiqamətdə fırlatdıqda temperaturu azalda və çoxalda bilirik. Yəni artıra və azalda bilirik. Asandır. 11-i də bilirik. 13-ünü bilmirik. 13-ünü bu gün öyrənəcəyik. Özünü təmizləmə rejimi düyməsi. Deməli, mən ütü ilə işi bitirdikdən sonra bu düyməni vururam. Həyatda mütləq bunu tətbiq edəcəm. Yəni bu dərs öyrənəndən sonra bunu edin. Bəlkə də çoxunuz bilirsiniz. Yəni biz sanki bilmirmişik kimi davranırıq bu gün burada. Bunu öyrənmək üçün bilmirmişik kimi davranaq özümüzə elə isə də ki, güya ki bunu burada öyrəndik, kitabdan öyrəndik buradan. Onu həyatda tətbiq edəcək, daha da yaxşı olacaq, daha da yaxşı yadımızda qalacaq. Deməli, sən demə bu düymə ilə bugünkü dərsimizə əsasən bu 13-cü düymə ilə bu düyməni vurduqda ütü özünü təmizləyir. Əla. Mən ütü ütüləyəndən sonra hər dəfə bu düyməni vuracam ki, ütü özünü təmizləsin. Yəqin o deşik olan hissələrdən ərp çıxa bilər, nəsə bir şey, yəni təmizlənə bilərdi. Ütü özünü təmizləyəcək. Əla. Bunu burada öyrəndim. 13-ə baxıram. Rezervuarda suyun səviyyə göstəricisi. Yəni mən burada suyun səviyyəsinə baxıram. Bax müəllimə, bir dənə baxın. Sanki burada kiçik bir hissə var. Onun içərisində sanki bir rəqəm yazılıb. Ya da rəqəm yazılmasın. Orada mən suyun səviyyəsini, yəni baxın, su qabının üzərindədir də bu, düzdür? Su qabının üzərindədir. Məsələn, heç mən bu 13 burada olmasın heç. Mən bilirəm ki, həyatımızda biz etmişik bunu. Məsələn, su buradan idisə, su buradan doldurmuşdumsa, ütüləyəndən sonra su gəlir olur buradan. Məsələn, mən bura baxıram da, suyun səviyyə göstərisinə baxıram. Əgər orada mən suyu görürəm aşağıdasa, su doldururam ütüyə. Düzdür? Yəni, o düymə orada, düymə deyil də, bu hissə burada olmasa da, mən bilirəm ki, bu 13, yəni bu hissə, bu 13 olmasa da, mən bura baxıram həyatda. Bilmirəm, siz baxırsınız ya yox. Mən bura baxıram. Valla ora baxmasam heç ona aid ildə bir dəfə su dolduraram. Ora baxıram, görürəm o ütümün suyu azalıb. Buradan düşək. Mən onu suyla doldururam, su gəlir çıxır məsələn buraya. Yəni suyun səviyyəsini mən bu hissələrdə görürəm. Ona görə 13-cü hissəmiz, bu hissəmiz suyun səviyyəsini göstərmək üçündür. O da asandır. 14 ən asanıdır, ütünün altı. Metal olan hissəsi, əsas ütülədiyimiz yer ütünün altı 14-dür. Belə. Həm mən burada nə öyrəndim? Həm şəkilləri tək-tək öyrəndim, bildim ki, ütü 14 hissədən ibarətdir. Burada görəndə daha da yaxşı yadımda qalır. 14 hissədən ibarətdir. Həm bunu tək-tək adlarını öyrəndim, həm şəkillə öyrəndim, həm də ki, mən daha artıq qarışdırmayacağam ki, çaydanla, fenlə mən artıq ütünün hissəsini qarışdırmayacağam. Çünki tək-tək burada bir dənə baxa-baxa öyrəndim ki, bu nə üçündür, bunun adı nədir? Deməli, ütünün iş prinsipi nədir deyir? Ütünün iş prinsipi belədir. Yəni, mən bunu oxumasam da bilirəm ki, ütüdə orada cərəyan olur. Cərəyandan qızdırıcı element keçir, çaydandakı kimiddə. Yəni, orada ütü qızmalıdır, biz ütüləməliyik paltarımızı. Deməli, elektrik cərəyanı qızdırıcı elementdən keçir. Yəni, deyir, bir hissəsi deyir, istilik enerjisi hesabına ütü qızır, bayaqki kimi. Deyir ki, məsələn, üzrlü sayın, mən izahda bunu demişəm ki, ola bilər, bəlkə də demişəm video izahda. Demişəm ki, bunun hissələri budur demişəm. 1, 2, 3, 4. Adi sütun hissələri. Bu şəkil adi ütü deyil müəllimlər, üzrlü sayın. Elə demişəmsə, yəni ona diqqət yetirin. Burada deyir ki, bu onsuz da biz bilirik ki, bu elektrik ütüsüdür. Çünki adi ütüdə temperatur tənzimləyicisi yox idi. Yəni bu ütünün sxemi də burada.
aşağıda, düzdür? Bunu da tam dəqiq bilmək üçün qeyd olub ki, hamımızın yaxşı tanıdığı elektrik ütüsünün prinsipial sxemi şəkil 2-də qeyd olunub, göstərilib. Yəni bəlkə orada mən demişəm adi ütünün sxemidir, yəni üzrlüsən. Yəni bu elektrik necə ki bu elektrik ütüsünün özüdür, şəklidir, bu da onun sxemidir. Sadəcə onun əsas hissələrini bizə burada qeyd edib ki, məsələn, şnuru, temperatur tənzimləyicisi, qızdırıcı elementi, bir də siqnal lampası. Bütün ütülərdə var da bunlar. Yəni biz bilirik ki, siqnal lampasız ütü olmaz. Elektrikə qoşmaq üçün mənim çəngəlim olmalıdır. Temperaturunu tənzimləməliyəm. Bir də orada siqnal lampasını dedi, qızdırıcı element olmalıdır ki, yəni qızsın ütünün altı. Bu bizim sxemimizdə elektrik ütümüzün sxemidir. Bəs burada nə deyir? Adi ütü. Şey başlayır adi ütü haqqında danışmağa. Adi ütü, qızdırıcı element, temperatur tənzimləyicisi, siqnal lampası və elektrik çəngəlindən ibarətdir. Yəni heç bu adi ütü o köhnə ütünü demir də. Çünki ola bilməz. Köhnə ütülərdə temperatur tənzimləyicisi yox idi. Sadəcə metaldan idi, düzdür? Yəni normal ütü deyir. Adi normal ütü. Heç adi sözün yazması da. Ütü bu hissələrdən ibarətdir. Necə ki biz silincer bıskısında demirdik. Məsələn, onun 7 dənə hissəsi var idi, amma 3 dənə əsas hissəsi var idi. Çərçivə, nə bilim, dişlər, dəstək, düzdür? İndi burada da ütünün olmazsa olmazı temperatur tənzimləməliyəm. Sonra siqnal lampası olmalıdır. Onun qızdırıcı elementi olmalıdır, altı qızsın və elektrikə onu şəbəkəyə qoşmaq üçün mən onun elektrik çəngəli olmalıdır. Asandır. Ütüdə deyir qızdırıcı element boru şəklində olan xüsusi gövdəyə geydirilmiş spiraldan istifadə olunur. Bu da rahatdır, məmnun. Yəni spiral formasındadır. Boru şəklində spiral içərisində geydirilib. Yəni burada spiral olar da, çünki ütü özü uzun sovdur yaxı. Yəni spiral var olar yəqin ki. Bu da asandır. Sonra spiral deyir. Həmin o borumuz deyir, yanmayan materialdan olur. Həqiqətən də yəni çoxlu axı biz ütüdə temperaturumuz çox olur. Ütü bərk qızan zaman öz-özün məsələn avtomatik söndürür. Yəni o dözümlü olmalıdır da istiliyə o material. Keramikadan və metaldan hazırlanır. Deməli, yanmayan materialdan, yəni metaldan, bir də keramikadan. Keramikada asandır, yadda qalır. Məsələn, biz adi saç ütüsünü alan zaman, məsələn, diqqət edirik ki, keramikadan olsun da, yəni saçımızı yandırmasın. İndi bu özünün yanması üçündür, yəni spiral yanmasın deyə deyir. Biz saçımız üçün onu deyirik. Yəni indi qazanlar, qablar orada keramikadan olsun, yandırmasın, yapışmasın. Yəni keramikanı bilirik ki, asan bilirik, yəni həyatla biz onu beynimizə həkk etmişik ki, belə bir keramika, yəni istiliyə dözümlüdür, yandırmayandır. Gəldik mövzumuzun əsas hissəsinə. Ola bilər ki, fen mövzumuz qalar, əgər yorulsanız, yəni çətin gəlsə bizə, fen mövzumuz qalır, amma mütləq bu ən azından birini edək, tam edək. Yəni ütünü tam dəqiq burada öyrənək. Ütüdə ardıcıllıq var. Onu indi birazdan sizlə danışacaq. Çox asandır. Necə ki çaydanı öyrənmişiksə, eyni çaydan kimidir. Biraz çaydanın qəliz formasıdır. Çox asandır. Yəni bizim bildiyimiz. İndi ona gələcəm, biraz yuxarılara baxmalıyam mütləq. Bunu qısa deyim ki, sadəcə biz bilirik ki, bizim gördüyümüzün içəridə gedən prosesləri. Ütü. Məsələn, mən ütü ütüləyirəm, birdən görürəm ki, ütü öz-özünü söndürüb. Biraz keçir görürəm ütü öz-özünü yandırıb, düzdür? Yəni şəbəkəyə qoşub da, ütü istiləşib. Mənim bu boş gördüyüm içəridə bir proseslər gedir. Bunlar yəni öz-özünə birdən-bir ütü sönmür. Ütü öz-özünə ağıllıdır. İnsan deyil ki, ütü görsün ki, mən qızmışam, çox isti olub, mən özümü söndürüm. Yəni ütü nəyinsə içərisində proseslər gedir ki, ütü öz-özünü söndürür. Yəni onda bir metal lövhədir, o istiyə dözümsüzdür, o yuxarı qabarır. İndi onu öyrənəcəyik biz necə olur, nə üçün olur və onu ardıcıl formada da öyrənəcəyik, testimizi də işləyəcəyik. Çox asandır. Bir dənə sevin, bir dənə ürəklə yanaşın. Deyir ki, gərginlik spirala ötürüldükdə spiral bərk qızır. İstilik enerjisi ütünün asandır. Yəni biz gərginlik olur, altını sizdə yadınızda dedi ki, gərginlik nə qədər çoxsa cərəyan şiddətini azaldırıq. Yadınızdadır məndən. Deməli, bu istilik olması üçün, elektrik olması üçün gərginlik olmalıdır. Gərginlik verməli, qızmalıdır spiral. Gərginliyi ötürürəm ki, spiral bərk qızır. Bu zamanda nə olur o? Metal gövdəyə ötürülür. Çünki mən ütüləyən zaman gövdə hissəsindən ütüləyirəm, metal hissəsindən ütüləməliyəm. Deyir ki, temperatur tənzimləyicisi ütünün temperaturun lazımi dərəcədə tənzimlənməsi üçün nəzərdə tutulmuşdur. Bəli, çətin bir şey yoxdur. Oxudum.
Dərk etdim ki, bəli, həqiqətən də temperatur tənzimləyicisi ilə mən ütünün temperaturunu azaldıram, çoxaldıram, tənzimləyirəm. Buraya nə işim yoxdur, asandır. Tənzimləmə ütü ilə iş zamanı temperatur verilən həddən aşağı olanda qızdırıcı elementin qoşulması və yüksələndə açılmasıdır. Müəllimlər, baxın. Lazımi dərəcədə tənzimləməsi üçün. Deməli, deyir ki, burasında bir dənə baxın, görün, maraqlı cümlədə deyir ki, aşağı olanda qoşulması, yəni aşağıdır da, düzdür? O qoşulmalıdır dövrəyə, öz-özünün yenidən ondan elektrik keçməlidir, qızdırmalıdır, yüksəltməlidir. Yüksələndə açılması, nə deməkdir o? Açılması, yəni ayrılması. Axı biz məsələn ütü yüksəldi temperatur, o oradan sönməsi üçün dövrədən açılmalıdır. Biz deyirik, elektrik bölməsində demişdik ki, yalnız dövrə qapalı olan zaman oradan elektrik keçir. Düzdür? İndi bu aşağı olanda qoşulmalıdır. Qızdırıcı element qoşulmalıdır ki, aşağıdır yaxı qoşulsun, yuxarı qalxsın, temperatur artsın. Amma yüksələndə açılsın, yəni o dövrədən ayrılsın da, yəni açılmalıdır. Biraz maraqlı, çaşdırıcı cümlədir, amma məntiqlə yadda saxlaya bilərik. Testdə düşər, deyər ki, verilən fikirlərdən biri yanlışdır, yanlışı tapın. Ütü ilə bağlı verilən fikirlərdən biri yanlışdır. Məsələn, yazar. Temperatur tənzimləyicisi deyəsən düşmüşdü eləməkə belə bir formada sual düşmüşdü. Bəli, onun funksiyalarını istəmişdi, doğru ya da yanlış olmasın. İndi həmin sualı MIQ suallarından paylaşıb orada mütləq onu işləyəcək. MIQ sualı yazıram, yadımdan çıxsa mütləq deyin. Yaxşı müəllimlər? MIQ sualına bax, yazdım bura. Yadımdan çıxsa deyin. Deməli, o sualda səhvlik vardı, bəli, amma yenə də biz burada bunu yaxşı öyrənək ki, oradakı səhvi bilək, başa düşək ki, səhvdir. Biz bunları öyrəndik, amma bu yoxdur. Deməli, temperatur tənzimləyicisinin nə kimi üstünlüyü oldu, nə cəhət oldu, nə funksiyası oldu? O, verilən temperatur həddən artıq aşağı olanda, yəni temperatur az olanda qızdırıcı element qoşulur, yəni öz-özünü təzədən qızdırır da, amma yüksək olanda qızdırıcı element açılmasıdır, yəni öz-özünü söndürür. Bunu öyrəndik. Bu bir cümləmiz, bizə lazımlı bir cümləmiz. Məişət ütülərinin bir çoxlarında quraşılan temperatur tənzimləyicisinin işinə bir qədər bu heç yəni deyir, nəzər salaq. Bəli. Deyir, onun əsas komponenti istirişdən asılı materialdan hazırlanmış lövhəcikdir. Yəni, burada onun deməsi nə deməkdir? Biz temperatur tənzimləməcisindən danışırıqsa, onun deyirsə, ona aiddir da bu. Yəni, deyir, temperatur tənzimləyicisinin əsas komponenti bimetal lövhəcikdir. Yəni, o bimetal lövhəciyin sayəsində, bimetal lövhəcikdə istiyə qarşı dözümsüzdür. Dözümü yoxdur. İsti olan zaman, həddən artıq ütü qızarsa, bimetal lövhəcik qabarır. Yəni, orada öz-özünə avtomatik açılır da dövrədən. Belə deyim də, məsələn, istiyə dözümsüz insanlar necə olur? Həddən artıq isti olan zaman tez nəfəsi çatmır, havaya çıxır, qaçır da istidən çıxmaq istəyir həmin o boğunuq yerdən. Nəfəsi çatmayan insanlar həmin o boğunuq yerdən uzaqlaşmağa çalışır. Elə bilin ki, bu bimetal lövhə də istiyə qarşı dözümsüzdür, isti olur, bu qızır, qabarır, nə edimsə özümü oradan atım, xaric edim də. Yəni, bu bimetal lövhə sanki qabarır, yuxarı doğru. İndi onu burada öyrənəcək. Nə edimsə mən özümü ayırım da, bu istilikdən uzaqlaşım ki, bu ütü sönsün, isti olmasın. Ütü artıq qızmasın. Nə edim bu ütünü söndürüm, onu fikirləşir. Elə yadda saxlayın. Yaxşı müəllimlər? Deməli, temperatur tənzimləyicisinin əsas, yəni komponenti bimetal lövhəcikdir. Onun sayəsində biz temperaturu azaldıb çoxalda bilirik. Biraz qarışıqdır bu hissələr, bilirəm, başa düşürəm. Deyir ki, bu lövhəcikdə lazımi temperatur əl ilə tənzimlənir. Bəli, asandır. Biz o ütünün şəklində, yəni gördüyümüz kimi həmin hissəni fırladırıq saat əqrəb istiqamətdə. Biz onu yəni artırıb çoxalda bilirik. Əlimizdən edirik, bəli. Qızdırıcı elementlə istiriş təmasda olan lövhəcik qızdırıcı elementin elektrik dövrəsini qapayan və açan kontaktlar blokunu idarə edir. Bəli, baxın, 4-5 kontakt var. Bir kontakt açır dövrəni, bir kontakt qapayır. Axı bunun ikisi də olmalıdır da. Yəni əgər ütüdə temperatur azdırsa, aşağıdırsa, o yenidən qapanmalıdır. Qapanmalıdır ki, cərəyan getsin. Yəni biri qapayacaq dövrəni, biri açacaq ki, oradan çox isti olanda, çox qızanda o dövrəni açacaq. Amma soyuq olanda, ütü soyuq olanda dövrə qapanmalıdır ki, oradan elektrik keçsin təzədən, ütü qızsın. Şəklimizə təqribi nəzər yetirək. Burada temperatur tənzimləyicisidir. Baxın, görürsünüz, temperatur tənzimləyən qulpudur. Yəni, mən bunu elə bil ki, sanki bu qulp hissəsini necə ki, mən burada
Bax, bunun altında olan bir hissəsi. Baxın. Bax, görürsünüz müəllimlər? Bu elə bilin ki, sanki bu onun qapağıdır, onun altında həmin o qulp var. Mən bunu fırlatdıqca o qulpu da sanki qapağını tutub fırladıram. Bax, görürsünüz, bunu fırlatdım, onun aşağısında olur. O sadəcə bir plastikdən olan bir şeydir. Mən ona elə bil ki, birləşib buna bağlanıb, sanki bunun üstündə. Məsələn, bunu əlimizlə tutub fırlatmırıq da. Yəni bunun üzərində plastik bir dairə formasında qapaq var. Mən onu fırlatdıqca sən demə, bu da ona birləşici olur sanki, onun içərisinə keçir kimi yadda saxlayın. Mən onu fırlatdıqca o qapağı, bu da sanki fırlanacaq. Məsələn, görürsünüz, burada öz yerindən oynayır və bu tərəfə gələ bilər. Yəni temperatur tənzimləyən mil yazıb. Bu mil bu hissədir müəllimlər, baxın. Mil bu hissədir. Bu ümumilikdə bu həmin o bayaq sizə göstərdiyim temperatur tənzimləyicisinin içərisində olan, aşağısında olandır ki, yəni necə olur ki, biz temperatur tənzimləyirik. Deməli, bax, bir metal lövhəcik. Görürsünüz, bu bir lövhə. Lövhə sözünü belə yadda salın ki, bax, lövhə var da, dəmir var, metaldır. Bir metal, yəni metal lövhəcik. Heç bir metal sözünü unudun. Metal lövhəcikdir. Lövhəciyi qaldıran mil. Bax, görürsünüz, bu lövhəcikdir, bunun burası mildir. Bu lövhəciyi qaldıracaq yuxarı. Kontaktlar bloku. Kontaktlar bloku da 4 və 5 kontaktlardır. Burada görürsünüz, lövhəcik yəqin yuxarı qalxır. Bu kontaktlar yəqin burada zəncir qırılır, onlar bir-birindən aralanır da, düzdür? İndi onların hamısını birlikdə öyrənəcəyik. Kontaktlar bloku belə. Deməli, biz hələ ki bu şəkillə başa düşdük ki, mərhələ necə olur, ardıcıllıq necə olur. Necə olur ki, o öz-özün dövrəyə qoşur və ayırır. Burada temperatur tənzimləyicisi, yəni burada şəkildə, burada onun sxemidir. Sxeminə baxırıq. Deməli, 4-5 bölücü kontaktlardır. Məsələn, bax, burada indi bu ardıcılığı öyrənəndə bu şəkli biz, rəqəmlər burada qeyd olduğuna görə onlara da bir-bir baxacaq. Deməli, birinci ardıcılığımızı öyrənək, sonra şəkillərə baxarıq müəllimlər. Yoxsa şəkillərə baxıb ardıcılığı öyrənək neyini? Gəlin baxaq. Deməli, burada 4 və 5, bax, bu 4 ilə 5 ilə bu işarə olunan kontakt lövhələrdir. Yaxşı müəllimlər. Yəni açıb qapayan, dövrəni açıb qapayan kontaktlar bloku, kontaktlardır 4-dən 5. Bir nədir bəs? Bir metal lövhəyə yəni mil bərkidilib. Yəni birinci olan bir metal lövhədir, ona mil bərkidilib. Sonra 4 və 5 bildik. 6 nədir? Qızdırıcı element. Elektrik cərəyanı keçir. Ütünün qızdırıcı elementindən. Deməli, burada 6 da bizim qızdırıcı elementimizdir. Bax, görürsünüz, buradan qızdırıcı element 6-dır. Bu hissə qızır. Qızdırıcı elementdən cərəyan keçir. Axı, o 6-dır. Biraz çox qarışıq dəqiqdir, amma yenə də təqib baxaq. Sonra bir metal lövhə, yəni deyir bu 1. Deməli, mən indi bildim ki, buradakı bu 1, bu. Lövhədə metal, dəmir var burada, görürsünüz. O bir metal lövhə. Bir nəşar olan bir metal lövhədir. Bax, burada onun milidir yəqin ki. Bir metal lövhənin milidir. Sonra burada görə nə yazıb? Deyir ki, bu zaman mil sıxılır. Üçüncü. Görürsünüz, mil 3. Bax, mil gəlir, yəqin bura sıxılır. Deməli, baxın, bu hissə mil sıxılır. Mil sıxılır. O da necə olur? İstilik dəyir, yuxarı qalxır, mil sıxılır. Axı, mən bayaq sizə dedim, necə edir ki, həmin insan otaqdan çıxsın da, həmin özün oradan sıxsın orada. İndi burada da qabarır bir metal lövhə. Sıxılır mil. Yuxarı qalxır, mil sıxılır. Sonra deyir ki, 4 lövhəciyi qaldırır. Sıxılan mil öz növbəsində lövhəciyi qaldırır. Yəni burada görürsünüz, mil sıxılıb və buna bağlıdır yaxı bu. Bu lövhəciyi də yuxarı qaldırır. Sonra nəticədə 4 və 5 kontaktlar aranır. Bax, görürsünüz, lövhəcik buradadır. Bax, görürsünüz, bunlar bir-birinə əlaqəlidir. Bax, bu bir metal lövhədir. Bir metal lövhə. Elə bir buna isti dəyir buradan. Bax, buna buradan isti dəyir. Bu dözə bilmir, buradan çıxmaq istəyir. Bu yuxarı qalxır, bu milidir, yuxarı qalxır. Bu buradan gəlir, təmas edir bura. Bax, görürsünüz, bundan bu da buna gəlib də, düzdür. Burada da 4-dən 5 kontaktları var. Düzdür, məmlər? Elə bir ki, ona isti buradan təsir etdikcə o yuxarı qalxır. Yuxarı qalxdıqca, mən necə deyim sizə, biz məsələn, mısır partladırıq, qarğıdalı qaynadırıq. Onun aşağıdan qaz yanır, buradan dəyir istilik. Burada olan həmin o mısır isti dəydikcə yuxarı qalxır, sıxılır da qapağa dəyir, yenə düşür yerə, düzdür? Sanki buradan istilik dəyir, bu mil yuxarı qalxır.
Dözmür də, istiyə dözümsüzdür. Bu yuxarı qalxmaq istəyir, qalxa bilmir. Mil onu tutub saxlayır. Bax, mil var burada. O mil sıxılır, sıxılandan sonra gəlir burada kontaktlar bir-birindən aralanır və zəncir qırılır, ütü soyuyur. İndi ona baxacaq. 6 nədir? Mən o maraqlıdır. 6 qızdırıcı element. Deməli, kontaktlar bir-birindən aralanır. İndi onu deyəcəm mənlər. 2 də nədir? Temperatur tənzimləyən qulp. Bəli, bax bu da onun qulpudur. Asandır. Bu qulp çox asandır. Şəkildə görürük, yəni bilirik. Qulp, yəni şəkildə də görülür, asandır. Sonra əla. Bunları öyrəndik. İndi gəlin ardıcıllığımıza baxaq. Öz sözlərimizdən deyək. Məsələn, ütü həddən artıq ütüləyirik, həddən artıq ütü qızır və anidən sönür. İndi onu gəlin biraz da başa düşək. Niyə o sönür? Bimetal lövhəcinin sayəsində. Niyə? Çünki bimetal lövhəcik istiyə dözümsüzdür. O yuxarı, nə bilim, qabarır, sıxılır. Kontaktlar, yəni sıxıldıqca gördünüz, buradan sıxıldı, mil gəldi bura. Bu kontaktları bir-birindən yəni aralanır kontaktlar. Zəncir qırılır. Yəni bir şey qırılsa, ayrıldı da bir-birindən, düzdür? Ondan sonra ütü soyuyur. Gəlin baxaq. Deyək ki, ütüdəki kontaktlar bloku 2 elastik kontakt lövhəcikdən ibarətdir. Bu sadəcə bir cümlədir. Yəni əslində bunun davamıdır da bu. Yəni onun biri milə bərkidilibdir. Biri yuxarı kontakt, yəni yuxarı kontakt deyir bimetal lövhəyə. Dirənən mil bərkidilib. O biri ucuna deyir ki, boş qalır. Bunu da belə yadda saxlayın ki, bimetal lövhəyə bağlıdır. O biri ucu boş qalıb ki, yuxarı qalxacaq, sıxılacaq da, yəni ona görə boş qalıb. Sanki güya ki, elə fikirləşin ki, bimetal lövhənin məsələn biri ayağı olsun, biri qolları. Ayaqlarına istilik dəydikcə qolu yuxarı qaldırır ki, nəyisə açsın, qapaq açsın, oradan çıxsın çölə. Yaxşı müəllimlər. Bax bunu məcazi mənada öyrən, əzbərləmək olmur. İndi birazdan testdə görəcəksiniz. Test işləyəndə deyəcək ki, nə oldu? Bir metal lövhəciyə qoşduq, onun bir ucunu qoşduq, bir ucu boş qaldı. İstilik gəldisə, oradan soyuq olarsa dövrə qapamalıdır, oradan cərəyan keçməlidir. İsti olduqca orada sıxılacaq. İndi onlara baxacaq mən. Gəlin baxaq bir dənə sizdən bir dənə. Deməli bunun 2 dənə kontaktlar bloku 2 dənə elastik kontakt lövhəcikdən ibarətdir. Elastik niyə? Çünki orada elastik nə deməkdir? Əvvəlki vəziyyətə qalxsın, qayıtsın da. Nəsə hərəkətə gedəcək, əvvəlki vəziyyətə qayıdacaq. Elastik olmalıdır. Plastik sözü deyil mənlər. Elastik lövhədən ibarətdir. Onun biri bimetal lövhəyə, yəni bimetal lövhəyə dirənən mil bərkidir onun birinə, yəni yuxarı kontaktda. Lövhənin bir ucu isə ütünün altına birləşdirir. Ütünün altına niyə birləşdirir? Ütünün altında istilik var. O isti olduqca o bimetal lövhəyə xəbər verəcək. Düzdür müəllimlər? Yəni ona görə onun biri ütünün altı istilik olan yer ütünün altındadır. Biri ütünün altına birləşdirir, biri də bimetala. Bimetalın da dözümü yoxdur istiyə. Yaxşı müəllimlər, ütü həddən artıq qızda bimetal lövhə onu avtomatik söndürəcək. Yaxşı, bax bunu birləşdirdim. Birinin ütünün altına, birinin bimetal lövhəyə. Əgər ütü soyuqdursa, ikincisi isə boş qalır deyir. Yəni bimetal lövhənin bir ucu ütünün altındadır, amma digər hissəsi boş qalıb. Çünki niyə? Boş qalıb ki, ütü o qızdıqca gedib orada yuxarı qalxacaq, nə isə söndürəcək. Elə yadda saxlayaq. Yaxşı. Hələ ki ütü soyuqdur. Axı necə olur ütü də soyuq olanda da öz-özün yenidən elektrikə qoşur, yenidən yanır axı ütü. Ütü soyuqdursa, kontakt lövhəcikləri dövrəni qapayır. Yadınızdadır bayaqda düyməni vurdum, dövrə qapandı. Həm də biz öyrənmişik ki, elektrik bölməsində mən dövrəni elektrik cərəyan keçməsi üçün dövrə qapanmalıdır, düzdür? İndi burada da ütü soyuqdur. Kontakt lövhəcikləri, yəni görürük ki, ütü soyuqdur, dövrəni qapayır ki, məndən elektrik keçsin, cərəyan keçsin, ütü istiləşsin, ütünün altı qızsın. Deməli, ütü soyuqdur, dövrə qapanmalıdır. Amma ütü isti olanda yadınızda saxlayın ki, dövrə açılmalıdır, yəni sönməlidir. Dövrə qapamaq deyəndə də biz bilirik ki, elektrik keçir də, cərəyan keçir. Deməli, ütü soyuqdur. Birinci ardıcılımızda bunu birləşdirdik, bir ucunu birləşdirdik, digər ucu boş qaldı. Ütü soyuqdur. Əslində tam ardıcılıq deyil, amma yenə də biz bunu hamısını öyrənməliyik ki, onun məsələn buradan da başlasalar, biz onu hamısını biliriksə, biz sıralamanı düzəcəyik. Deməli, ütü soyuqdur üçüncü. Əgər ütü soyuqdursa, mən onu qızdırmalıyam da, düzdür? Onun qızması üçün də elektrik keçməlidir. Elektrikin də keçməli üçün dövrə qapanmalıdır ki, oradan cərəyan keçsin. Ütü soyuqdur, onu təzədən qızdırmaq üçün dövrə qapandı. Kontakt dövrəni qapandı. Kontakt gördü ki, ütü soyuqdur, dövrəni qapatdı ki, oradan cərəyan keçsin. Dövrə qapanandan sonra bu zaman
ütünün qızdırıcı elementindən elektrik cərəyanı keçir. Bunlar mənə lazım deyil. Dövrə qapanıbsa cərəyan keçir. Mən bunu bilirəm, öyrənmişəm 5-ci sinifdə. Deməli, kontakt gördü ütü soyuqdur. Dövrəni qapadı və dövrə qapanandan sonra nə olur? Bu zaman ütünün qızdırıcı elementindən cərəyan keçəcək. Dövrəni qapamışamsa cərəyan keçir. Ütünün temperaturu, ütünün altının temperaturu lazımi həddə çatdıqda, bax ütü dövrəni qapadım, cərəyan keçir. Ütünün altı qızır. Lazımi həddə gəlib çatanda bir metal lövhə yuxarı qabar. Bəsdir də deyir məndə. Bundan çox qızsa mən dözümsüz deyə istəyəm. O deyir dayan bildirir ki, yəni qızdı da lazım olan həddə gəldi çatdı. Düzdür? Deməli buradan cərəyan keçdi. Ütünün altı qızdı. Lazım olan həddə gəldi çatdı. Bir metal lövhə yuxarı qalxdı. Bildiriş verdi. Yuxarı doğru qabardı. Çünki bu qızacaq. Bir metal lövhə bundan sonraki mərhələdə söndürəcək. Ütü sönəcək. Gəlin baxaq. Ütü soyuq idi, yandı. Oradan dövrəyə qoşuldu. Qapandı dövrə. Cərəyan keçdi. Qızdı. Bir metal lövhədə bildiriş verdi. Söndürmə prosesi gedəcək. Deməli, bir metal lövhə yuxarı qabarır. Kontaktlar aralanır. Bax, bununla bu bir-birinə görürsünüz yaxındır. Nə qədər yaxındır? Görürsünüz 5-dən 4. Kontaktlar, məsələn, bunu deyək də, bunlar aralanacaq. Məsələn, əsas odur ki, siz ardıcılığı öyrənin. Bəlkə biz bunu səhv danışırıq, amma ardıcılığı öyrənək. Deməli, bir metal yuxarı qalxacaq. Yuxarı doğru qalxacaq. Bu zaman mil sıxılacaq. Bax, bu bir metal budur. Düzdür, bu canı götürüb yuxarı qalxır. Çünki burada, bayaq sizə dedim axı, buradan istilik gəlir. Bu da buradadır, bir metaldır. Bu da yuxarı qalxacaq. Amma qalxa bilmir. Niyə? Çünki mil onu tutub sıxır. Bax, mil onu sıxır aşağı. Düzdür? Bu yuxarı qalxmaq istəyir, mil onu aşağı sıxır. Düzdür? Mil sıxılır. Mil sıxılır. Bildiriş göndərir. Bax, bu hissə. Deməli, yuxarı doğru qabardı bir metal. 6 mil. Axı, mili göstərdiyimdə şəkildə sizə mil sıxılır bu zaman. Əgər bir şey yuxarı doğru qabarıbsa, sıxılma baş verəcək. Mil sıxılır. Sıxılan mil öz növbəsində lövhəciyi qaldırır. Birazdan ardıcılıqda bizə kömək edəcək. Mil sıxılır. Sıxılır sözü ilə bitib, sıxılır sözü ilə başlayacaq. Müəllimələr, ardıcılıqda çox vaxt bizim köməyimizə çatır. Bir cümlə bitən cümlə ilə o biri cümlə başlayır. Məsələn, burada görürük mil sıxılır. O biri cümlədə sıxılan millə bağlı olacaq. Düzdür? Mil sıxıldısa, üstə deyir mil sıxılır. Məsələn, mil sıxılır. Sonra deyir sıxılan mil. Yəni mil bir-birinə əlaqəlidir. Mil sıxıldı, sıxılan mil də lövhəciyi qaldıracaq da. Necə lövhəciyi qaldıracaq? Düzdür? Deməli 6-cı sırada mil sıxıldı, 7-də sıxılan mil necə sıxılır bu lövhəciyi qaldıracaq. Nəticədə kontaktlar aralanır. Bax, bu 4 ilə 5 kontaktlar bir-birini aralanır. Çünki bunu yandıran elə 4 kontakt oldu da. 4-5 kontaktlar dövrəni qapadı. Bunlar edən kontaktlar idi. Onlar dövrəni qapamışdı. Necə ki, açar ora birləşmir, cərəyan keçsin. Kontaktlar da ora qapandı, birləşdi. İndi ütü sönmək üçün kontaktlar aralanacaq. Orada qapalı vəziyyətdə idi. İndi aralanır ki, orada zəncir qırılsın, ütü söysün, dövrədən ayrılsın. Elektrik keçməsin də oradan. Çünki qapananda cərəyan keçirdi. Dövrədən ayrılsın, ütü soysun. Deməli, bu bir metal yuxarı qabardı. Mil var orada. Mil sıxıldı. Sıxılan mil öz növbəsində kontaktlara, yəni deməli 7-dən sonra lövhəciyi qaldırdı və nəticədə nə oldu? 4-5 kontaktlar aralandı. 8. Kontaktlar aralandısa bir-birinə təzən bir şey mən dartıramsa nə olacaq? Zəncir qırılır. Düzdür müəllimlər? Yəni orada kənarlaşdırılıb da aralanıb. Zəncir qırılır. Zəncir qırılıbsa tam qırılmır. Yəni bir-birindən ayrılır. Ütü soyuyacaq da dövrədən açılır. Dövrədən açılmaqda ütü elektrik keçmir oradan, cərəyan keçmir, istiliyə çevrilmir və ütü yavaş-yavaş soyuyur. Zəncir qırılır 9, qızdırıcı element dövrədən açılır 10. Əgər o dövrədən açılıbsa, biz dedik axı dövrədən açılmaq demək, ayrılmaq demək, oradan cərəyan keçmir deməkdir. Və dövrədən açılır və ütü soyuyur. Axır bir metal lövhəciyin canı dincəldi. Ütü soyudu. Düzdür? Ütü soyudu. İndi bilmirəm 10 oldu yoxsa 11 oldu. Bu ardıcılığımızdır. Və canı dincəldi. Niyə deyirəm? Bax, ütü soyuyub bir metal lövhə
düzəlib. Yəni yuxarı qabarırdı axı. Ay Allah çıxım burada nəfəsim daraldı ya da yandım burada isti dəyir mənə. Yuxarı qalxırdı, çıxmaq istəyirdi bu ütünün içindən çıxmaq istəyirdi sanki. Yuxarı qaldırırdı, mil sıxılırdı, nə bilim, kontaktlar aralandı, ütü soyudu, bir metal lövhəcik düzəldi. Əvvəlki vəziyyətinə qayıtdı. Çünki ütü soyuyub, dayıcı ona isti təmas etmir. Bu yəqin 13-cü ardıcıldır, onu tam qeyd edə bilmədim. Bax, edəcəm indi burada. Eybi yoxdur. Hə, deməli 13-cü ardıcılımız olar yəqin ki, indi ona diqqət yetirərik. Sonra düzəlib. Bunu belə maraqlı formada öyrənirik. Yazıq düzələn kimi, soyuyan kimi yenə də 4-5 kontaktlar bir yerdə qalmır. Yenə də onlar kontaktlar qapanır. Bu düzəlib soyuyub da. Amma axı ütü türəyəndə təzədən sönür işıq, məsələn, yenidən qızdırır ütü özünü. Yenə də bu bir metal lövhəcik gördü ki, düşdü yerinə, soydu, düzəldi. Yenə də 4-5 kontaktları bir yerdə qalmır. Yenə də dövrəni qapayır. Yenə də başa qayıtdıq. Bax görürsüz, burada dövrəni qapamışdı. Qızdırıcı elementdə elektrik cərəyanı keçmişdi. Yenə də dövrəni qapadı 4-5 kontaktları. Yenə də elə qızdırıcı element yenidən dövrəyə qoşulur və ütü qızır. Daha bizə demir də necə olur ütü qızır. Çünki bunu yuxarıda danışmışıq. Yəni bu proses belə təkrarlanır. Ütü soyuq idi, 4-5 kontaktları onu dövrəyə qoşuldu, ütünü qızdırdı, cərəyan keçdi, orada istiliyə çevrildi, ütü qızdı, bir metal ütüyə, yəni istiliyə dözümsüzdür. O yuxarı qabardı, onu saxlayan mil var idi, mil sıxıldı, mil də bağlıdır nəyə? Burada görürük ki, 4-5 kontaktlara, həmin o kontaktlar dövrəni qapayıb. Baxı, o kontaktlar dövrəni gərək qapamaya da, dövrə qapanması olmasın deyə o kontaktlar aralana bir-birindən, zəncir qırıla, kontaktlar yəni açıla, qapanmışdı kontaktlar açıla, dövrə açıla və ütü soyuya. Əla. Məncə bunun biz testini, çətinlik çəkməyəcəyik. Testini işləyəcəyik, tələsməyin. Hələ ki biz bunun davam etməliyik, mövzumuzun davamı da var, ardı da var. Maraqlı hissəsi də var. Onların hər birinə diqqət yetirməliyik. Ola bilər digər mövzumuz qalar. Bəlkə də qalmaz, asan mövzudur. Orada bu qədər danışmayacağam, o çox asandır. Onun izahında geniş danışmışam. Deməli, burada başqa nə var? Gəlin baxaq. Çünki bizə miqdə bu hissədən düşmüşdü sual. Temperatur tənzimləyicisinin iş prinsipi ilə bağlı. Deməli, bunu bildi. Mütəmadi olaraq təkrarlanan bu proses ütünün temperatur tənzimləyən qulpun köməyi ilə lazımi həddə saxlanır. Bu da yəni asandır. Çünki biz bu prosesi biz edirik də. Məsələn, ütünün temperaturunu artıran bu temperatur tənzimləyicisi ilə sonra bir metal lövhəcik yenə də istinin təsirindən yenə də yuxarı qabarır, yenə də ütünü söndürür. Yəni bu bizim temperaturu hərəkət tənzimləməyimizin sayəsində bu proses mütəmadi olaraq baş verir. Bu səbəbdən də qulpun üzərində müxtəlif temperaturlarda ütülənən parça növlərindən asılı olaraq lövhə var. Lap yaxşı. Yəni biz temperatur tənzimləmək üçün inanın ki, bunu ilk dəfədə bu cümləni oxuyuram. Çünki asandır deyə bu cümləni bəlkə də sizin üçün də ilkdir. Asandır deyə bizim üçün önəmsiz gəlir də oxumuruq ya da diqqət yetirmirik. Oxuyanda heç onu oxumamış kimi varsayırıq. Deməli, temperatur tənzimləyin üzərində həqiqətən də burada rəqəmlər var. Bundan gedir söhbət. Burada görün nə qədər rəqəmlər var tənzimləmək üçün. Onun üzərində bizim yəni rəqəmlərimiz qeyd olunub, temperaturlarımız qeyd olunub. Amma asandır, maraqlı bir cümlədir. Bunu da burada oxuduq, bilirdik, amma fikir verməmişdik dərsimizdə. Temperatur tənzimləyicinin qulpu və bu sırf bu cümlənin düz olub olmasını bizdən istəmişdi miqdə. Temperatur tənzimləyicisinin qulpu saat əqrəbi istiqamətdə və əksinə fırlanmaq imkanı vardır, malikdir. Bəli, mən bunu bu istiqamətdə də fırlada bilərəm. Bu istiqamətdə də fırlada bilərəm. Məsələn, mən onu birinci çəkdiyim istiqamətdə onu kod verirəm. Üzr istəyirəm, indi öz dilimizdə danışıram ki, sizin üçün asan olsun. Temperaturunu artırıram, ütünün temperaturunu çoxaldıram, artırıram. Əksinə fırlatdıqda azaldıram. Düzdür. Yəni mən onu həm azaldıb, həm çoxaltmağım üçün həm onu saat əqrəbi istiqamətində, həm də onun əksinə fırlada bilərəm. Bu düzdür. Bu da düşmüşdü. Düz olmasını istəmişdi. Düzdür. Nəticədə bimetal və kontakt lövhələr arasındakı ara məsafəsi dəyişir. Yəni bunun əsasında. Məsələn, əgər mən niyə dəyişəcək? Əgər ütü həddən artıq qızmayıbsa, bimetal lövhənin kontaktlarla nə işi var ki?
Yəni ona bir maneçilik törətməyəcək. Amma ütü qızdıqda, çox olduqda temperatur, bəli, bir metal lövhəciklə o sıxılacaq, yuxarı doğru qabaracaq, kontaktlara doğru istiqamətə gedəcək ki, onları dövrədən ayırsın. Gəlin baxaq. Ara məsafəsi dəyişir. Bu isə ütünün kontaktların qapanması və açılması arasındakı vaxta təsir edir. Bəli, yəni asandır müəllimlər. Yəni burada ara məsafəsi nəyə, yəni ola bilər bəlkə də bunu da məsələn testdə qeyd oluna bilərdi ki, ara məsafəsi dəyişdikdə nə baş verir? Məsələn, deyərdi ki, ara məsafəsinin dəyişməsi kontaktların qapanması və açılması arasında vaxta təsir edir. Belə deyim də, gəlin heç əzbərləməyək. Axı orada kontakt nə zaman açıldı? Orada bir metal lövhə ilə kontakt arasında məsafə, məsələn, orada bir metal qabardı yuxarı doğru, kontakt lövhəsinə doğru istiqamət aldı ki, yəni orada dövrədən onu ayırsın. Yəni bir dənə ağlına onu qoymuşdu ki, mən onu oradan ayırım ki, isti olmasın, isti gəlməsin. Kontaktlar bir-birindən təkcə ayrılsın. Mən gedim onu orada onları bir-birindən ayırım ki, məni burada istilik təmas etməsin. Bir metal lövhəcik düşündü, sanki elə fikirləşin. Yəni məsafə az olur da, istilik çox oldu, məsafə az oldu. Çünki o istiqamət aldı hara? Yuxarı qabardı. Nəyə istiqamət ötürdü? 4-5 kontaktı bir-birindən araladı, ayırdı bir-birindən. Həqiqətən də bəli, məsafə dəyişdi. Əgər ara məsafəsi azdırsa, bir metal lövhə kontaktları aşağı temperaturda açır. Yəni biraz çaşdırıcı hissə də bu isə tam biz bunu dərk edə bilmirik. Bilirik, fikrimizi cəmləyib deyə bilmirik, ötürə bilmirik qarşımızdakı insana. Bir dənə onu öyrənək ki, ara məsafə azdırsa, kontakt aşağı temperaturda açır. Belə deyək. Yaxşı, gəlin baxaq. Yəni əgər ara məsafəsi azdırsa, yəni burada yuxarı qabarmayıbsa, temperatur yəqin aşağıdır ki, bunun ara məsafəsi az olub, o aşağı temperaturda açacaq, yəni dövrəni. Yox, əgər ara məsafəsi çoxdursa, böyükdürsə, ütünün altı daha yüksək temperaturda qızacaq. Nə olacaq? Yəni ara məsafə çox böyük olanda temperatur daha da çox yüksək temperaturda qızacaq. Amma asandır. Bax, az olanda azı, çox olanda çox götürəcəksiniz. Ara məsafə azdırsa aşağı, çoxdursa yüksək. Asandır müəllimlər. Azdan azı, çoxdan çoxa götürəcəksiniz. Bir çox ütülərdə siqnal lampası var. Bəli, bunu bilirik. Siqnal lampası bəs nə üçün var? Funksiyası nədir, ona baxaq. O qızdırıcı element şəbəkəyə qoşulduqda yanır. Bu asandır bu cümlə. Heç vallah bunu öyrənməyin. Niyə? Çünki biz ütünü elektrik cərəyan şəbəkəyə qoşanda onun qırmızı olur da, yəni lampa yanır. Biz bilirik ki, ütünü cərəyana qoşan kimi onun lampasına baxırıq ki, orada işıq yanırmı? Bəzən olur da, indi həyatda etmişik. İşıq yanmır. Ütünü şəbəkəyə qoşuruq, işıq yanmır. Lampa yanmır və baxırıq nə olub da, görəsən rozetkamı xarabdır, işıqlarımı sönüb. Görür ki, hə, bəli, işıq sönüb. İşıqlar sönüb deyə orada lampa yanmadı, yəni gördüm ki, elektrik şəbəkə daxil olmadı da, yəni ütüm şəbəkəyə qoşulmadı. Asan cümlədir. Açılanda isə sönür. Müəllimlər, açılanda nə idi? Axı dövrə açılır da, dövrədən açılırsa deməli sönür. Yəni mən onu elə bir ki, şnuru taxdım rozetkaya. Onu oradan çəkib çıxartdımsa dövrədən, məsələn, dövrəyə qapanmışdı. Onun içərisində idi, birləşdirmişdim, dövrəyə qapatmışdım. Amma oradan onu çəkdim, çıxartdım, dövrədən açdım onu. O qapalı olan bir şey açıldı dövrədən. Əgər, yəni qoşulmayıbsa, açılanda sönür. Yəni o dövrədən açılıbsa, sönəcək həmin o lampa. Yəni mən ütünü rozetkaya keçirirəm, görürəm lampa yanır. Rozetkadan çıxarıram, lampa sönür. Asandır. Verilən temperatur nə qədər aşağıdırsa, siqnal lampasının yanıb sönməsi arasındakı fasilə bir o qədər çox olur. Siqnal lampası bəzən dayanmadan görür ki, yanır, bir də görür ki, yanıb sönür tez-tez ütüdə. O təkcə bizə ütünün elektrik şəbəkəsindən qoşulmasını göstərmir də, ütünün altının qızmasını da bizə bildiriş verir ki, ütü məsələn həddən artıq çox qızıb. Deyir ki, əgər temperatur nə qədər aşağıdırsa, yəni ütünün temperaturu azdırsa, siqnal lampasının yanıb sönməsi arasındakı fasilə də bir o qədər çox olar. Bir-birinin əksi olaraq yadda saxlayın. Az olanda çoxu götürəcəksiniz. Bayaq az olanda azla azı, çoxla çoxu götürmüşdük, amma burada az və çox əksidir. Yəni əgər ütünün temperaturu azdırsa, siqnal lampası da yəni dayanmadan yanacaq da, yanıb sönməyəcək. Yəni mənə bildiriş verməyəcək. Çünki onsuz da normaldır, temperatur aşağıdır. Yəni bax, ütü, siqnal lampası yanacaq, sönənə qədər ki, fasilə çox olacaq. Yəni bir dəfə yanacaq, məsələn, sönməyəcək, biraz
Uzun müddət fasilədən sonra siqnal lampası sönəcək. Əgər aşağısı, biraz bunu biraz öyrənmək lazım, əzbərləmək lazımdır. Bir-iki dəfə oxuyandan sonra həqiqətən də yadda qalır. Temperatur azdırsa, siqnal lampasının yanıb sönməsi arasındakı məsafə, fasilə çox olur. Yəni gec yanır, sönür. Mən bunu başqa bir şeylə əlaqələndirmişdim düzdür, amma indi onu demək istəmirəm, ağlınıza qarışdırmaq istəmirəm. Sırf ütü ilə bağlı danışmaq istəyirəm bu gün. Amma izahımızda o hissəsində faydalana bilərsiniz. Belə, yəni aşağı olarsa nəsə bir şey bizə bildiriş. Belə də, yəni çox da bir şey yoxdur da burada. Temperatur aşağıdır. Temperatur çox olsaydı fasilə az olardı. Məsələn, tez-tez yanıb da, işıq yandı, söndü. Düzdür? Məsələn, belə deyim də, məsələn, biz nəsə bir yoxlanış olanda aparatlar olur. Həmin o aparatların tez-tez işığı yanır, sönür. Məsələn, siqnalizasiya cihazı olsun. İşığı yanır, sönür də tez-tez fasilə verir. Qırmızı işıq yanır, sönür, yanır, sönür. Yəni burada nəsə bir nasazlıq var. Amma Joe ilə yadda saxlayın ki, burada temperatur aşağıdır. Yəni nəsə bir şey yoxdur, bir problem yoxdur, nəsə bir nasazlıq yoxdur, nəsə bir həddən artıq ütümüz qızmayıb. Yəni bir var ütü həddən artıq çox qızar, tez-tez yanıb sönə onun lampası. Bizə nəsə bildiriş verə. Amma burada aşağıdır da temperatur. Yəni onun yanması ilə sönməsi arasında fasilə çoxdur. Yəni orada lampa tez-tez yanıb sönmür. Bizə bildiriş vermir ki, nəsə cərəyan çoxdur, nə bilim 6 həddən artıq çox qızıb demir bizə. Normal, hər şey qaydasındadır. Temperatur aşağıdır deyibən o, yəni yanır, gec sönür. Sönməsində fasiləsi çox olur. Əla. Yəni ütü də soyuq, məsələn aşağıdırsa, bu aşağı sözü bizi çaşdırır da, yəni normal fasilə azdır. Bir dənə onu yadda saxlayın ki, hər şey qaydasındadırsa, yanıb sönməsi arasındakı fasilə də çox olur. Yəni ütü elektrikə qoşdun, o işıq yandı. Bir də görür ki, biraz müddət keçir, fasilə bir uzun fasilədən sonra görür ki, ütünün həmin o lampası sönüb. Biz bilirik ki, hə, bax bunun temperaturu aşağıdır. Biz onun temperaturunu artırırıq biraz. Davam edəm. Təhlükəsizlik qaydaların deməyəcəm, vaxtımız gedir. Onlar danışmışam, üstünsün, həm də asandır. Ütünün altı deyir təmiz olanda, yəni asan, həqiqətən də ütümüzün altı təmiz olanda rahatlıqla biz onu parçanın üzərində gəzdirə bilirik, hərəkət etdirir. Amma ütünün altı təmiz olmayanda ilişir, irəliyə doğru istiqamət aparan zaman apara bilmirik. Paltarı yandırır, ləkə saxlayır paltarda. Bunların olmaması üçün də biz nə etməliyik? Ütünü vaxtaşırı təmizləməliyik. Və yadınızdadır, çaydanı da vaxtaşırı təmizlədik ərpini. Burada da ütünün də altını vaxtaşırı təmizləməliyik ki, hər dəfə biz onu çirklənməsinin qarşısını almaq üçün hər dəfə ütüləyəndən sonra nəm parça ilə biz onun altını təmizləyirik. Bu hissə asandır. Bilirəm ki, hər birinizin sevdiyi hissədir. Çünki asandır, bunu burada oxuyuruq. Həyatda da tətbiq edirik ki, ütümüzün altı çirklənməsin, yəni korlanmasın da. Yəni bunu demək olar ki, həyatda tətbiq edirik ki, burada öyrənmişik, bizə maraqlı gəlir. Biz də istəmirik ki, ütümüzün altı yəni təmiz olsun istəyirik. Ona görə hər dəfə bunu çalışırıq ki, etməsək də işi bitirdikdən sonra mənim yadıma düşür ki, kitabda belə yazılmışdı. Ütünün altın nəm parça ilə silməlidir. Bu səfər silmədim, yenə gələn səfər silərəm. Bir dəfə elə heç olmaz. Yəni bunu mənim başıma gəlirsə, sizin də başınıza gələr. Siz də bunu ürəyinizdən keçirərsiniz. Yəni bu hissə asandır. Bunu biz oxuyuruq. Ütü də ütüləyən zamanda bunlar da yadımıza düşür. Bu rahatdır. Bununla işimiz yoxdur. Bəs əgər ütünün altı çirklənibsə nə etməliyəm? Deməli, su karandaşın köməyi ilə təmizləmək olar. Bəli. Müəllimlər, baxın, bu hissələr asandır. Deyirsiniz, niyə danışır müəllimə? Bu hissələr asandır. Sadəcə burada mən karandaşla təmizləyəndə necə etməliyəm? Nə bilim, duzla təmizləyəndə necə etməliyəm? Onlara baxmalıyam. Çünki onlardan da sual düşür. Məsələn, bizə belə bir sual düşə bilər ki, onun üzərində göstərilən təlimata əsasən biz ütünü qızdırırıq və altını təmizləyirik. Bu hansı təmizləmə prosesidir? Bu karandaşdır. İndi onları biz onları yadda saxlamalıyıq ki, hansında necə qızdırırıq ütünü, hansında nə edirik. Ona görə bunları danışıram. Yoxsa bunlar həqiqətən də asandır. Deməli, məsələn, burada kraxmal var, parça lifi var, o çaşdırıcıdır. Onun üçün sizin üçün açar söz deyəcəm. Deməli, birinci onu bilək ki, niyə mən nə zaman karandaşla təmizləyirəm? Axı biz dedik çaydanın altını təmizləyirik, əgər çox da
ərf bağlamayıbsa, limon duzu ilə təmizləyə bilərəm. Yəni çox da həddən artıq ərf bağlamayıbsa, limon duzu onu təmizləməyə gücü çatacaq. İndi burada da nə zaman mən karandaşla təmizləsəm təmiz olar, onu öyrənirim. Deməli, əgər ütünün altı ərpdən, yəni su ilə işləyirik də, ütüdə də ərp yarana bilər ütünün altında. Ütünün altını ərpdən, parça lifindən, kraxmal yanıqlarından asanlıqla biz karandaşın vasitəsilə təmizləyə bilərik. Açar sözümüz R hərfidir. Karandaşda. Burada müəllimlər, məsələn, mənim özümə də ən çətin gələcək hissələrdən biri idi hazırlaşdığım dövrlərdə. Düşünürdüm ki, bax burada deyir parça lifi, kraxmal ərp. Karandaşla təmizləməyi öyrənirdim. Gəlirdi testdə çıxırdı sirkə. Niyə? Çünki həqiqətən də burada yazıb ki, su, yəni su, orada ərp idi, burada sudur. Bir də kraxmal, amma burada parça yoxdur da müəllimlər. Bir də nazik sarı ərp. Bax görürsüz, orada da ərp var. Burada da ərp var. Oradakı boş ərpdir, burada sarı ərpdir. Nazik sarı ərp yaranıb da, yəni sirkə ilə təmizləyirəm. Elə bir zod bir şey yoxdur. Amma burada zod su. Ona görə biraz biz açar sözlərə köməyimizə çatmalıdır. Niyə? Çünki məsələn burada orada R hərfi olacaq bizim açar sözümüz. Məsələn su sözündə R hərfi yoxdur. Düzdür, ərpdə var, kraxmalda var R hərfi. Amma orada üçündə də R hərfi olacaq. Baxın, parçada da, ərpdə də bir də nə var? Partda R hərfi bizim köməyimizə çatacaq. Deməli, karandaş sözündə R hərfinin altından kitabımızda xətt çəkin, R hərfi yazın bura. Karandaş. Parça R hərfi, parça lifi bilin ki, J karandaşa görə, R-yə görə. Bu düzdür, digər saymama, sirkədə də R hərfi var. Sirkənin S hərfi bizim üçün lazım olacaq. Sirkəni S hərfindən yadda saxlayacaq. Məsələn, spirt sirkə S ilə yadda saxlayacaq. Amma burada bizə karandaşda bizə R hərfi lazımdır. Deməli, parçada R var, kraxmal sözündə R hərfi var, ərp sözündə R hərfi var. Testdə düşsə ki, ərp, kraxmal, parça lifi, R hərfi var. Amma məsələn, orada su var idi, zod var idi. Məsələn, nazik, məsələn, ərp var idi, amma burada boş ərpdir. Yəni, burada R hərfləri bizim köməyimizə çatacaq. Deməli, ərpdən, parça lifindən, kraxmaldan təmizləmək üçün, yəni bu yanıqlardan təmizləmək üçün karandaşdan istifadə edirəm. Həm də demişəm ki, sizə kraxmal, karandaş bənzəyir də bir-birinə. Kraxmal, karandaş, bu sözlər bir-birinə bənzəyir. Düzdür, burada da kraxmal var. Kraxmaldan yaranan nazik sarı ərpdir. Burada kraxmaldan yaranan sarı ərp var, amma orada sırf kraxmalın özü var. Baxın, kraxmal yanıqları. Orada kraxmaldan sarı ərp yaranıb, amma burada kraxmal yapışıb yanıb. Yəni kraxmalın yanıqları var. Yəni daha da kraxmal daha da qabardılıb burada. Kraxmal, karandaş. O da köməyinizə çatacaq. Karandaşla kraxmal sözlər bir-birinə çox yaxındır. Bəs mən necə etməliyəm? Necə bunu təmizləməliyəm? Hətta burada bir ardıcıllıq belə bəlkə ola bilər. Deməli, ardıcıllıq niyə olmasın var? Deməli, birinci ütünü mən qızdırıram. Bir mərhələmiz budur. Karandaşı onun altına, yəni ütünü qızdırdım, üzərinə karandaş çəkdim, altına karandaş çəkdim. Sonra əski ilə sildim, təmizlədim. Üçüncü. Əla. Asandır da, ardıcıllıqdır da. Yəni kim deyər ki, bu ardıcıllıq deyil. Mən ütünü qızdırmamış, onda karandaşı çəkərdim də, ardıcıl olmasaydı. Ütünü qızdırdım, karandaşımı çəkdim, sildim, təmizlədim. 3 dənə ardıcılıqdır, çox asandır. Dua edin ki, düşsün, çox asandır. İndi baxın, burada deyir ki, ütünü təlimatda göstərilən temperatura qədər qızdırırlar. Deməli, karandaş deyirsə, təlimatda göstərilən temperaturu götürəcək. Bunu da belə yadda saxlayırıq ki, sanki mən karandaşı alan zaman, yəni elə karandaşı alan zaman, karandaş kağızın içərisində olur. O karandaşın kağızının üzərində onun təmizlənməsi üçün temperatur yazır. Məsələn, yazır ki, tam ki 180 dərəcə temperatur. Məsələn, bu karandaşın üzərində təlimatında bax, karandaşın təlimatı olur sanki. O təlimatda yazılıb ki, məsələn, bax, karandaşı almışam, gətirmişəm evə. Ütünün altını təmizləmirəm. Mən bilmirəm ki, ütünü nə qədər qızdırım. Mən o karandaşımın qabına baxıram. Orada olan təlimata baxıram. Həmin o təlimatda yazılan temperatura qədər mən ütünü qızdırıram. Yaxşı, məmnun. Təlimat deyirsə karandaşa götürəcək.
Çünki satışda olan bir şey də karandaş. Ev, məsələn, parafindir, sirkədir. Məsələn, bunlar duzlu evdə olarmış, amma karandaş satışda olur. Həmin o satışdadırsa, onun təlimatı olacaq, göstərici olacaq ki, mən bunu necə etməliyəm. O təlimata görə olan temperatura əsasən mən ütünü qızdırıram. Ə, Sonrası asandır bunu dedi. Həmin o karandaşların da tərkibində heç bir zərərli maddə yoxdur, təhlükəsizdir. Bəli, təhlükəsizdir ki, biz onu istifadə edirik. Ütünün altını başqa üsullarla da təmizləmək olar. Bunun üçün masamızın üzərinə vərəq səririk, vərəqin üzərinə duz səpirik. Daha yaxşı nəticə olsun deyə parafin yonqarı əlavə edirik. Bax, görürsüz, bayaqçında təlimat idi. Burada maksimal temperatur. Maksimal, görürsüz, temperaturu çoxdur. Orada müəyyən qədər təlimatda olana qədər qızdırır, amma burada maksimal. Yəni maksimal çox deməkdir, maksimum. Maksimal temperatura qədər qızdırırlar. Və duza sürtüb təmizləyirək. Yenə də ardıcıllıq var ha, müəllimlər. Asan da olsa düşə bilər də. O qədər asan ardıcıllıqlarımız var ki. Deməli, mən vərəq sərdim masanın üzərinə. Asandır, amma yenə də deyirəm, masanın üzərinə vərəq sərdim. Üzərinə xörək duzu səpdim, vərəqimin üzərinə duz səpdim. Sonra ona biraz da yaxşı olsun deyə parafin əlavə etdim, parafin yonqar əlavə etdim. Sonra ütümü maksimal temperatura qədər qızdırdım. Duza sürtüb təmizlədim. İndi bu maksimalı duzla necə əlaqələndirək? Təlimatda göstərim. Hə. Maksimaldan max sözündən yada salın. Bax, maq 3 hərfdir, duz da 3 hərfdir. Elə yadda saxlayın. Ya da yadda saxlayın ki, müəllimə deyir ki, maksimal çoxdur. Duzun da keyfiyyətli olması üçün, yəni onu həddən artıq çox qızdıranda maksimal temperatura qədər qızdırıram. Parafini də bilirik nədir. Deməli, ütünün altını cod su və kraxmaldan yaranan nazik sarı ərp ilə təmizləyir. Bax, görürsünüz, burada da s hərfləri bizim köməyimizə çatacaq. Su, sarı ərp. Görürsünüz müəllimlər, orada ərp idi, burada sarı ərpdir. Bax, sarı, bir də su, bir də sirkə, bir də spirt deyirəm sizə. Görürsünüz, s hərfləri nə qədər burada çəkdim. Çox çaşdırıcı hissədir. Deməli, s hərfləri bizim köməyimizə çatacaq. Asandır. Deməli, burada pambıqla təmizləmək olar. Sirkəni təmizləmə effektini artırmaq üçün ona spirt əlavə edirik. Naşar spirti də əlavə edirik. Əgər deyir çox çirklidirsə, yəni bu spirtlə sirkə qarışığını parçaya əlavə edirəm, hopdururam. Başlayıram parçanı ütüləməyə. Asandır. Bu hissələr ardıcıllıq elə də görmədim. Ütünün altını kibrit qutusu ilə. Yəni kibriti yandırdığımız hissədə onun kükürt hissəsini deyim, zolağımı deyim. Təmizləmək də olar. Bunun üçün qutunun kənarında kükürt zolağını kəsib çıxarırıq. Həmin o qara hissəni kəsib çıxarırıq. Onunla ütünün altı sürtülür. Demək olar ki, yaxşı nəticə əldə etmək üçün ütünü bir qədər qızdırmaq məsləhətlidir. Bunu bilsiz necə deyəcəm sizə? Çox gözəl. Mənə burada ütünü çox qızdırmırıq. Ütünü heç demək olar ki, qızdırmırıq, amma yaxşı olsun deyə biraz qızdıra bilərik. Niyə biraz qızdırdıq? Bax, birində karandaşda təlimata qədər qızdırdım. Duzda çox qızdırdım maksimal. Çünki duz o qədər də ev şəraitində o qədər də bəlkə nəticə verməz. Çox qızdırdım. Həm də onu maksimal qızdırdım ki, parafin, yəni şamı əritsin də, parafin sürüşkənlik olsun. Mumu təsir göstərsin, istilik olsun. Amma burada az qızdırdım. Sizcə kim deyər, niyə az qızdırdım burada? Heç burada qızdırmayıblar. Aşağıdan yazın, görün fikirləriniz mənim üçün maraqlıdır. Niyə kibrit onu kəsib götürəndən sonra az qızdırıb təmizləyirlər? Burada deyir qızdırma, amma deyir yaxşı olsun deyə onu bir qədər qızdırmaq məsləhətlidir. Mənim ağlıma çox gözəl bir üsul gəldi. Görüm o üsulun ağlınıza gələcəkmi? Niyə burada az qızdırır? Heç burada qızdırmır, az da qızdırır. İpucu da verirəm ki, onu kəsib götürür, kağızı kəsib götürür, kağızı ütüyə sürtüb təmizləyəcək. Niyə az qızdırır bəs burada? Zolaq, yəni zolaq, o da ola bilər. Maraqlı fikirdir. Bəli, ola bilər. Ola bilər. Yaxşı, gəlin deyək. Müəllimə deyir ki, zolaq yana bilər. Bəli, yəni o kükürt hissəsi, zolaq hissəsi yanmağa meyillidir və o istiliklə təmasda dəysə, o hissəni məsələn ütüyə çəksən, yəni orada qığılcamlanma baş verə bilər. Bəli, ola bilər. Amma başqa bir üsul da deyim ki sizə. Bax, mən təzəm ki,
Nədir bu? Kibrit qutusunun nazı idi də, düzdür onun uzolaq hissəsi nazı idi. Mən onu kəsib çıxartmışam. Ütünü də təsəvvürən qızdırmışam möhkəm. Mən onu əlimlə onu sürtəcəm də, onu əlimdə tutmalıyam. Kağızı əlimdə tutub ütüyə mən sürtsəm, təmizləsəm, mənim əlim də dəyəcəkdir ütüyə, düzdür? Əlim yanaraq mənim. Yəni bayaqçılarda mən masanın üzərinə duzu səpmişəm, ütüləyirəm, əlimə dəymir, qızdırım da nə olacaq? Məsələn, mən karandaşın o hissəsini tut, karandaş məsələn böyük ola bilər də. Məsələn, bu hissəsindən tutaram, bu hissəsindən təmizləyərəm. Yəni nə olacaq ki, orada nə var? Əlim yanmaz. Həm alışmasından yadda saxlayın, bəli, həm də əlimiz yanmaqla yadda saxlayın. Mən kağızı götürüb, kağızı özüm əlimdədir də kağız. Əlimlə kağızı götürüb ütünü təmizləsəm, həmin əlim də yanar da, yəni çox qızdırsam əlim yanar. Düzdür? Həm əlimizin yanmağından yadda saxlayın, həm də bəli, alışqan olar. Çox qızdırsam alışqan olar, yəni yanar. Onunla yadda saxlayın. Yəni mən burada az qızdırdım. Deməli, təlimata qədər qızdırdım karandaşda, maksimal qızdırdım duzda, az qızdırdım. Qızdırmıram, amma yaxşı olsun deyə istəyirəmsə biraz qızdırıram kibrit qutusunda. Əlavə olaraq da deyir ki, sumbada kağızından təmizləmək olmaz. Bəli, təmizləyənlər olur bəzən, yəni ütü həddən artıq çox, yəni bunlar təmizləyir, effekt vermir. Bəzən olur ki, bu onu qaşıyıb təmizləyək, məsələn, sürtüb nəyləsə təmizləyək. Amma bu deyir olmaz. Çünki həqiqətən də o yaxşı olmur da. Yəni gələn səfər paltar ütüləyəndə yenə də ütünü yandırır, paltarımız yanır bu səfər. Yəni həm də yaxşı ütüləmir. Praktik iş. Deməli, köhnə ütümüzü söküb ön hissələrinə diqqət edirik. Baxın müəllimlər, birinci biz ütü hissələrini öyrəndik axı dərsimizin əvvəlində. Ona görə köhnə ütünü sökürük, onun hissələrini öyrənirik. İçərisinə baxırıq, bir metal lövhəyə baxırıq məsələn. Sonra nəzərdən keçiririk, onun adını qeyd edirik. Yəni həmin o bir metal lövhə hardadır ona baxırıq, onun adını tapırıq deyirik. Ütüdən istifadə edirik. Ütünün ümumi quruluşla tanış olun. Təhlükəsiz qaydalarını təkrarlayın. Yerinə yetirmiş işin keyfiyyətini yoxlayın. Buna ardıcıl verməyə haqları yoxdur. Çünki burada bir iş icra olmur. Ardıcıllıq yoxdur burada. Amma yenə də yəni görsəniz asandır da. Elə bir qeyri-adi bir şey yoxdur. Bu dərsdir, öyrənmişik. Bu bizim praktik işimizdir. İndi isə müəllimlər keçid edirik. Ardıcıllığımızı biz işləyirik Telegramımızda. Aşağıdan yazırıq həmişəki qaydamıza uyğun olaraq. Bir-birimizə mane olmadan aşağıdan yazırıq. Sonra keçirik testlərimizə. Belə müəllimlər, ekranda ardıcıllığımız qeyd olunur. Cavablarımızı yazaq. Bir-birimizə mane olmayaq. Hər birimiz özlüyümüzdə yazaq. Bir-bir. Yaxşı olar ki, söhbət bölməsində qeyd edin. Orada mən sizin görüm cavablarınızı. Ekran yəqin sizə görünmür. Bir dənə paylaşım ekranımızı. Aşağıdan söhbət bölməsində. Məndə hesab yoxdur. Bilirəm. Baxardım mən. Bilirəm müəllimə, baxacaq hamımız. Sonra gəldi. Ehtiyatdan Bəli, baxın da bəlkə bir şey bildim. baxın müəllimlər, buyurun hər bir. Burada olan bütün müəllimlər testi işləyir. Çünki indi izah eləmişəm bunu. Aşağıdan söhbət bölməsində cavabları yazır. Tələsmirsiniz, bir-birinizə mane olmursunuz, səsləri bağlayırsınız ki, biz elə bil ki, imtahandayıq da, yəni fikirləşə bilək. Buyurun. Variantlar yoxdur, çünki biz bunu öyrənmişik, özümüzü yəni yoxlayırıq, görüm nə öyrənmişəm. Özümüzdən yazırıq vərəqə. Bir dənə kömək edim ki, burada dövrə qapansın ki, elektrik keçsin, oradan cərəyan keçsin, ütü qızsın. Bir dənə kömək edirəm ki, dövrə qapanmalıdır, oradan cərəyan keçməlidir. Aha, üzürsən, yox, bunun əvvəli də var, üzürsən. Hamısını oxuyun, mənlər bir dənə tələsmədən hamısını oxuyun. Ekran kaydını dayandıraq ki, vaxtımız getməsin. Belə, suala gedirik, müəllimlər, cavablarınızı yazın aşağı istədim.
Görüm hansı eyni yazısı yoxsa fərqli yazan var. Çünki çaşdırıcı hissədir. Buyurun müəllimə. Aşağıdan cavabları yazın. Başqa. Aynur müəllimədən başqa. Buyurun müəllimə. Bir-birinizdən köçürtməyin. Pərvanə müəllimə buyurun. Hansı müəllimə idi cavabı demək istəyən? Buyurun. Müəllimə buyurun. Cavabı demək istəyirdiniz. Buyurun. Bəli, mən idim müəllimə. Siz soruşdunuz ki, Hə, 5-dən buyurun. sonra hansı gəlir? 6 gəlir. Buradan yaxşı 6 kontaktları aralanır, 6 gəlir. Hə. Sonra gəlir 7, yox 10 gəlir sonra. Yaxşı müəllimə. 10 zəncir Bir- qırılır, qızdırıcı Hayır. element dövrədən açılır və ütü soyuyur. Ütü soyuyubsa bir metal lövhəcə düzələcəkdə görək varmı? Elə yazılıb da dövrəsində açılır, ütü soyuyur. 10-cu Bəli, onda. bəli. Ütü artıq soyuyur. Bəli, ardın yazmayıblar. Bəli. Onda Artıq bəli. Yaxşı müəllimə, necə 4, birincidən sonra başa 4 düşün. gəlir. Birincidə Hələ nə gəlmişdi? Birincidə 11-dən başladım müəllim. 11-də lövhənin bir ucu ütünün altına keçir, birləşdirilir. Sonra 9-dan başladı. 9-da ikinci ucu isə boş qalır. Orada da kitabda da elə yazılıb. Elə Bəli, bəli. bir ucu birləşir, bir ucu da boş qalır. Sonra 2-yə keçdi. Yaxşı. 2-də şey oldu. Müəllimələrimizin cavablarına bir dənə baxım, görüm. Elə 2 müəllim yazıb. Lap yaxşı. 11, 9, 213. Görürsünüz, cavablar fərqlidir. 213, birində bir axırdadır, birində bir əvvəldədir. 213, Bir 75. axırda olmalıdır. Çünki 80. deyir ki, təzədən eyni proses baş verir. Çünki ona görə də bir axırda olmalı. Deməli, Ayşan tam fərqli bir cavab yazıb Ayşan müəlliməmiz. Cavabımız D variantıdır. Gəlin baxaq. Biz nə dedik? Birinci 11 gəlir, bəli. Lövhənin bir ucu ütünün altına birləşdirir. O bir ucu da boş qalırdı, düzdür? Deməli 11, sonra 9, yəni digər ucu isə biz dedik ki, bir ucu ütünün altına quraşdırılır. Bir ucu boş qalır. Çünki o yuxarı doğru qabaracaqdır, düzdür? Sonra İkini götürdüyüm müəllimələr. Əgər buradan başlayır bizim ardıcılımız. Əgər ütümüz soyuqdursa, o yenidən qızması üçün oradan cərəyan keçməlidir. Qızdırıcı elementdən elektrik cərəyan keçəcək. Cərəyan keçəndən sonra deməli 11, 9, 2, 3-ü götürürük müəllimlər. Cərəyan keçir. Əgər cərəyan keçirsə, ütünün altının temperaturu, cərəyan keçirsə, ütünün altı qızacaq da temperaturu. Lazımi həddə qədər çatdıqda nə olur? Bimetal lövhə yuxarı doğru qabarır. Əgər o yuxarı doğru qabarıbsa, sıxılacaq, mil sıxılacaq, düzdür? Bu zaman mil sıxılacaq. Elə bir ki, o yuxarı doğru qabarıb, mil sıxılıb. Mil sıxıldıqdan sonra, mil sıxılır. Yazır 7-də mil sıxılır. Amma 5-də yazır ki, sıxılan mil öz növbəsində lövhəciyi qaldırır. Yəni, bu cümlələr bir-birinə ardıcıldır. 7-dən sonra 5-i götürürük. Sıxılan mil öz növbəsində lövhəciyi qaldırır. Deməli, əgər o lövhəciyi qaldırırsa, zəncir qırılacaq, qızdırıcı element dövrədən ayrılır və ütü soyuyur. Yəni, mil sıxılıb, yuxarı qalxıb, 4-5 kontaktlar bir-birinə aralan. Əslində 6 gəlir, üzrü sayın. O yuxarı qabardıqca sıxılan mil lövhəciyi yuxarı qaldıracaq, kontaktlar bir-birinə aralanacaq və zəncir qırılacaq. Və qızdırıcı elementdən dövrədən açılacaq ki, o ütü soyusun. Dövrədən ayrıldıqda ütü soyuyur. Ütü soyuyubsa əgər, müəllimlər, əgər ütümüz soyuyubsa, nə olacaq? Axı bimetal lövhə, ütü qızmışdı, bimetal lövhə yuxarı doğru qabarmışdı, mil sıxılmışdı. Ütü soyuyubsa 4 gəlir. Bimetal lövhə düzəlir, düzdür? Bimetal lövhə öz vəziyyətinə qayıdır, bimetal lövhə düzəlir və yenidən bu proseslər təkrarlanması üçün yəqin ki, 1 olar müəllimlər, düzdür? Yenidən qızdırıcı elementdən yenidən
qızdırıcı element dövrəyə qoşulur və ütü qızır. Təkrar-təkrar bu proseslər olması üçün yenidən bizim qızdırıcı elementimiz dövrəyə qoşulur. Belə, ardıcıllığımızı işlədik. Mənim bir sətiyyimiz yoxdur. İndi isə MIG suallarımıza baxaq. Orada niyə biz, yəni, necə düşüb, MIG-də necə bir sual düşüb, ona baxaq. Davam edirik. Baxın, deməli, MIG-də düşən çətinlik çəkdiyimiz suala baxırıq. Temperatur tənzimləyicisinin aid olanları seçirik. Temperatur tənzimləyicisinin funksiyalarını seçirik. Deməli, müəllimlər, birinci sualda deyir ki, lövhəcik qızdırıcı elementin elektrik dövrəsini qapayan və açan kontaktlar blokunu idarə edir. Bəli, düz deyir də. Yəni, biz dedik ki, kontaktlar 4 və 5 kontaktları dövrəni qapayır. Lövhəcik, yəni, idarə olunur da, yəni lövhəciyi idarə edir. Bir metal lövhəciyi nə idarə edirdi? 4 və 5 kontaktları idarə edirdi. Düzdür? Biri götürdük. Temperatur tənzimləyicisinin qulpu saat əqrəbi istiqamətdə və əksinə fırlatmaq imkanına malikdir. Bəli, biz ütünün temperatur tənzimləyicisini həm saat əqrəbi istiqamətində, həm də əksinə fırlada bilərik. Temperaturu azalda və çoxalda bilərik. İkini də götürdük. 3-ə baxırıq. Deyir ki, bir metal və kontakt lövhələr arasındakı ara məsafəsi dəyişir və bunu indi müzakirə etdik. Ara məsafəsi dəyişərsə, bu da ütünün kontaktlarının qapanması və açılması arasındakı vaxta təsir etmir. Bu səhvdir. Biz dedik ki, edir. Məsafə dəyişərsə vaxta təsir edir. 3-ü götürmürük. 4-ə baxırıq. Temperatur tənzimləyicisi ütünün temperaturunu lazımi dərəcə tənzimləməsi üçün nəzərdə tutulmuşdur və o qulpla idarə olunur. Bu da doğrudur. 1, 2, 3-ü götürürəm. Sadəcə bu test ona görə yanlış idi ki, burada 2 variant qeyd olunub. 1, 2, 3 qeyd olunmayıb. Məsələn, burada da 1, 2 olmadığını var. Məsələn, C-ni götürərəm, amma 3 də olmalıdır. Yəni 1, 2, 3-dür deyə. Sırf C-ni götürərəm suala. Bu formada variantlarla qarşılasaq, bəli, C-ni götürərəm. Çünki burada 1, 2, 3 yoxdur. Amma 3-ün də olduğu başqa variant, məsələn, 2, 3-dür. B-ni də götürmək istəyirəm. Amma o zaman 1 yoxdur. Yəni bu sual, bəli, ona görə səhv idi. Deməli, bu sualımız həqiqətən də səhv oldu və yenidən bal artırıldı. Yəni, əmin olduğunuz sualdan balınız gələcək. Narahat olmayın buna görə. Gəlin keçək testlərimizə və yekunlaşdıraq dərsimizi. Deməli, mövzumuz Aynur müəllimə ilə davam edirik. Müəllimə 10 dənə sual oxuyaq. Buyurun. Ütü Ütü nə nə vaxt icad olunmuşdu? Ütü 17-ci əsrdə icad olunub. Bəli. Ütü adi ütünü deyir də, bəli, 17-ci əsrdə icad olunmuş. Doğrudur. Elektrik ütüsü nə vaxt yaranmışdı? Elektrik ütüsü isə 20-ci əsrdə yaranmışdı. Bəli, müəllimə. Ütü 17, elektrik ütüsü 20-ci əsrdə. Doğrudur. Ütü nə üçün nəzərdə tutulmuşdur? Ütü nə üçün nəzərdə tutulmuşdu? Parçadan hazırlanmış əşyaların qırış və əziklərinin hamarlanması üçün nəzərdə tutulmuşdu. Doğrudur. Elektrik ütüsü neçə hissədən ibarətdir? Elektrik ütüsü 14 hissədən ibarətdir. Bəli, 14 hissədən ibarətdir. 5-ci sual. Elektrik ütülərinin kütləvi istehsalına başlanıb. Nə zaman başlanıb elektrik ütüsünün kütləvi istehsalına? Elektrik enerjisinin yaranması ilə. Bəli, doğrudur. Ütünü adi qızdırıcı cihazdan daxili elektronla doldurulmuş rəqəmsal aparata çevirdi. Rəqəmsal texnologiyaların inkişafı. 2 dənə rəqəmsal söz Bəli, var. rəqəmsal texnologiya inkişaf etdi. Yəni ütü adi olmaqdan çıxdı. Yəni elektronla doldurulmuş rəqəmsal aparata çevrildi. Doğrudur. 7-yə baxaq. Ütünün iş prinsipi nədən ibarətdir? Burada bir qızdırıcı element istilik enerjisinin ayırır. Elektrik cərəyanı qızdırıcı elementdən keçərək istilik enerjisinin ayrılmasını. Bəli, yəni elektrik enerji cərəyanı. Enerjisini istilik enerjisinə çevrilir. Bəli, bəli. Doğrudur. Davam edək.
Adi ütü neçə hissədən ibarətdir? Adi ütü 4 hissədən ibarət idi. Qızdırıcı Bəli, element, elektrik açarı, siqnal lambası, bir də e, keçirtmə səncəl, elektrik səncəli. Bəli. bəli, E, elektrik səngəri. Şəkildə nə? Şəkildə hansı məişət əşyasının sxemi verilmişdi? Bu elektrik ütüsünün sxemidir. Bəli, doğrudur. Adi Onu ütü hansı hissələrdən ibarətdir? Qızdırıcı element, siqnal lampası, e, elektrik çəngəli və temperatur tənzimləyicisi. bəli, mənə doğrudur. Bəs ütünün hissəsi olmayan istəyir bizdən. Hansı Adi hissə ütünün adi ütü hissəsi deyil, hissəsi. su püskürdə. Bəli, su püskürdən elektrik ütüsünün hissəsidir. Doğrudur. Deməli, bircə dəqiqə mənim. Müəllimə. Bəli, biraz uca səslə Ayşə müəllimə buyur oxu. Deməli, biz sizinlə 13-cü sual. Elektrik ütüsünün belə bir hissəsi yoxdur. Siqnal lampası, ütünün özülü, ütüləmə temperaturunu tənzimləyən qulp, avtomatik elektrik açarı yoxdur müəllimə. Bəli, avtomatik elektrik açarı ütüdə yoxdur. Doğrudur. Şəkildə nə görürsən? Qızdırıcı siqnal lampası, temperatur tənzimləyicisi. Bəli, doğrudur. Sonra Adi ütüdə içinə spiral geydirilən boru hansı materialdan hazırlanır? Keramika və metaldan. B variantı. bəli, Temperatur doğrudur. tənzimləyici nə ilə idarə olunur? Qulpla idarə olunur. C variantı. Doğrudur. Ütüdəki kontaktlar bloku neçə elastik kontakt lövhəcikdən ibarətdir? 2 elastik. D variantı. Bəli, 4 və 5 doğrudur. Buyur. Baxın müəllimə, Temperatur miqdə də buradan götürüblər. Ha. Biraz dəyişiklik ediblər. Onu da tam alındıra bilməyiblər. Bax görürsüz, 17-ci sualımızda görürsüz. Buyurun. Ona görə testləri işləmək lazımdır hamısını. Buyurun. temperatur tənzimləyicisinin funksiyası nədən ibarətdir? Ötünün temperaturunun lazımi dərəcədə tənzimlənməsi üçün nəzərdə tutulmuşdur. Bu doğrudur. Bəli, doğrudur. Doğrudur, bəli. Əsasən yəni temperatur tənzimləmək üçündür. 18-ə baxaq. Temperatur tənzimləyicisinin əsas komponenti nədir? Bimetal lövhəcik. Bəli, yəni biz temperatur tənzimləyicisi ilə təmin edirik, tənzimləyirik. Amma onu da hərəkətə gətirən bimetal lövhəcikdir. İdarə edən onun əsas komponenti bimetal lövhəcikdir. Çünki bimetal lövhəciyin haqqında biz nə qədər danışdıq? Buyur 19-cu suala davam edək. Temperatur tənzimləyicisi hansı komponentlərdən ibarətdir? Kontaktlar bloku, temperaturu tənzimləyən mil, lövhəciyi qaldıran mil, bimetal lövhəcik. Bu idi elə müəllimə. Bəli, elə bil ki, bax bu sxemdə olanlar, yəni 4-5 kontaktlar, bimetal lövhəcik, onun mili idi. Bəli, A variantımız doğrudur. Şəkildəki nədir? Temperatur tənzimləmə sxemi. Bəli, buyur 25-ə qədər oxuyaq. Qızdırıcı elementlə istilik təmasında olan lövhəcik nəyi idarə edir? Kontaktlar blokunu. Bəli, doğrudur. Temperatur tənzimləyicisinin belə bir komponenti yoxdur. Bimetal lövhəcik, avtomatik elektrik açarı yox idi. Aysa, bax bu 21-ci sual bilirəm ki, biraz qaranlıq qaldı mənimə. Baxın, qızdırıcı elementlə istilik təmasında olan lövhəcik, yəni qızdırıcı elementlə bimetal lövhəcik təmasda olduğu ardıcıllıqda nə dedi? 4-5 kontaktlar aralandı, zəncir qırıldı, ütü dövrədən ayrıldı. Ona görə burada kontaktlar bimetal lövhəcik, yəni nə ilə əlaqəli olduğu kontaktlarla. 23-cü sualda deyir ki, kontaktlar bloku nəyə xidmət edir? Ütünün temperaturunu lazımi dərəcədə tənzimləyir. Məncə o temperatur tənzimləyicisine aiddir. Yenə də baxaq digər variantlara. İstilik enerjisinin ütünün əsas metal gövdəsinə ötürür. Qızdırıcı elementin elektrik dövrəsini qapayır və açır. Ya D olasıdır müəllimə, qapamaq və açmaq, ya da ki o A-da oxuduğumuz. Kontaktlar bloku nə ilə də ardıcılımızda dedi ki, kontaktlar bloku dövrəni qapayır və cərəyan keçir. Bəli, dövrəni qapamaq və açmaq üçündür. Biri dedi, məsələn, 2 dənədir axı. Biri dövrəni qapayır, biri açır. Davam edirik. Ütü. Ütü ilə iş zamanı temperatur verilən həddən aşağı olanda qızdırıcı elementin qoşulması və yüksələndə açılmasıdır. Tənzimləmə.
Bəli, doğrudur. Yəni biz onu tənzimləyirik. Bizədəki Neftdən alınan muma oxşar ağ maddə də parafin adlanır. bəli, doğrudur. Deməli, hansı müəlliməmiz davam etmək istəsə buyursun. Üzürlüsən. Buyurun müəllim. Ütünün altını nə ilə təmizləmək olmaz? Bıçaq və ya sumbata kağızı ilə təmizləmək olmaz. Karandaşla olar, kibrit qutusunun kənarı ilə olar, sirkə hopdurulmuş əski ilə olar. Doğrudur. Əgər ara məsafəsi azdırsa, onda bir metal lövhə kontaktları aşağı temperaturda açır. Əgər aşağıdırsa, Bəli, müəllim. Buyurun, üzürlüsən. Buyurun. verilən temperatur nə qədər aşağıdırsa, siqnal lampasının yanıb sönməsi arasındakı fasilə necə olur? Bir o qədər çox olur. Bəli, müəllim. Doğrudur. Davam edək. Parçanın ütüləmə temperaturu nədən asılı olaraq dəyişir? Parçanın növündən asılı olaraq biz sintetik, təbii, süni, yun və ipək parçaların temperaturunu öyrənmişdik 5-ci sinifdə. Doğrudur. Davam edək. Tamamla doğrudur. İşləyərkən təhlükəsizlik qaydalarına aid olanları seçin. Rezin xalça üzərində deyir dayanmaq olmaz. Bu səhvdir. Biri götürmürəm. Ütüləmə arasındakı qısa fasilələrdə ütünü xüsusi atlığın üzərinə qoymaq lazımdır. Bu doğrudur. Bunu götürürəm müəllimə. 2. Ütünü kəngəlin gövdəsindən tutaraq yaş əllə bu olmaz. 4-ü Olmaz. İşə başlamazdan əvvəl bəli, şnurun sazlığını yoxlayıram. 4-ü götürürəm. Bizdə 5-ci ütünün altının şnura toxunmamasına nəzarət edilməsini. 5-i. Bəli, nəzarət etməliyəm. Doğrudur. A variantımız olacaq. Doğru cavabımız olacaq A variantı. Buyurun mənə, bircə dəqiqə üzrlüsən. Deməli, neçənci sualdaydıq biz? 30-cu. Buyurun. Bütünün altını sirkə ilə təmizlədikdən sonra Effektini almaq üçün ona əlavə etmək lazımdır. Naşatır spirti. bəli, doğrudur. Davam edək. Əlavə etmək lazımdır. Ütünün altını xörək duzu ilə təmizləmə üsullarına daha yaxşı nəticə əldə etmək üçün duza nə əlavə etmək lazımdır? Parafin qarı. Bəli, parafində əlavə edir ki, daha da yaxşı nəticə əldə edək. Doğrudur. İndi müəlliməm, uyğunlaşdırmadır. Hansı üsullarla təmizləyirik? Bircə dəqiqə. Doğruları götürəcək. Yəni hansıyla təmizləyə bilərik, onları seçirik. Buyurun. Sirkə hopdurulmuş əski və ya parafin ilə A-bəndi, A-nı. Götürürük, onunla təmizləyə bilərik. Sumbata kağızı təmizləyirik. Xeyr, C. etmərik. Kibrit qutusunun köməyi ilə C-ni götürürük. Bıçaqla Bəli. olmaz, xörək duzu ilə olar. Bir də eyni xüsusi karandaşla. Doğrudur. Deməli A, C, D, E olacaq bizim doğru cavabımız D variantı. Bıçaqla olmaz, bir də sumbata kağızı ilə olmaz. Doğrudur müəllimə. Sonra ütünün altını ərpdən, ərp, R hərfi, parça, R hərfi, qıraxmal, R hərfi. Karandaşla mənim. Çünki Bəli. karandaşla da var. Bəli, karandaşda da R hərfi var. Ərpdir, parça, lifidir, qıraxmal yanıqlarıdır. Biz onu karandaşla təmizləyirik. Doğrudur. Deməli müəllimə, ütünün hissələrini istəyir bizdən. Buyurun. Sıxıcı bir lövhə su tökmək üçün bir olmaz. Buxarın fasiləsiz verilməsini tənzimləyən link, dəstək, ütünün altı, ütünün özülü, 2. Bəli, onlar üçün götürürəm. Ütünün temperaturunu tənzimləyən qub. Tənzimləyən qub, siqnal lampası, su üçün qab, püskürtmək üçün düymə, 3-ü götürürük. Bəli. Qızdırıcı mühərriki yoxdur mənim. Elektrik mühərriki yoxdur. Ventilator da yoxdur, götürmürük. Suyun səviyyə göstəricisi, elektrik şnuru
əyilmədən qorumaq üçün 5-i götürürük. Bəli, borucuq var, buxar vermək üçün düymə var, su püskürdən var, doğrudur. 5-i götürürük və altını da götürürük. Su tökmək Bəli, üçün altını götürürük. tutulmuş dəstəyi bağlayan qapaq özünü tənzimləyən rejim düyməsi bir də. 6, 2, 3, Bəli, 5, 6 B bəndi. doğrudur. Ütünün altı daha yüksək temperatura qədər qızır. Əgər ara məsafə böyükdürsə. Bəli, yüksəkdirsə cavabda böyük götürürük. Yəni əgər məsafə böyüksə yüksək temperaturaya qədər qızır, doğrudur. Buyurun müəllimə, ütünün altına. Altının kirlənməsinin qarşısının alınması üçün ütüdən hər dəfə istifadə etdikdən sonra onun altını nə ilə silmək məsləhət görülür? Yumuşaq nəm əski ilə silmək məsləhət görülür. Bəli, müəllimə, tamamilə doğrudur. Belə, müəllimlər, dərsimiz bitdi. Sağ olun, gecəniz xeyrə.